Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Beyin mühendisliyine karşı Türkçe eski kitapların 349. bölümün Allah'ın lütfu ve keremiyle başlayıram inşallah ki xeyirli olsun. Cələsəmizi yazaq. Cələsə 349 ayın da 3-üdür. 3 April. Əgər qələmimiz 20-26-cı ildə yox. Gedək görək ki, bizim dədə-babalarımız o çətin günlərdə, o çətin zamanlarda hangi təcrübələri, düşünüşləri, anlayışları, baxışları bizim üçün yadigar qoyublar. Bizə kitablarda göndəriblər. Həm dilimizi saxlayıblar, həm də təcrübələrin bizə göndəriblər ki, biz o təcrübələri təkrar etməyək. Dünənləri Təqvim adında bir kitabla tanış olduq. Bu kitab çox ciddi bir kitabdır. Zahirən, əlbəttə 2 gündür, 3 gündür, hər gün 4 kitaba baxırıq, amma oxuya bilmirik ya da zorumuz çatmır. Məsələn, təqvimə əslən zorum çatmadı, çünki çox təxəssüsü bir kitabdır və mən ondan heç baş tapmıram. Özəlliklə də yüzlər cədvəl var içində, yüzlər. O birinci kitab idi, yəni bir kitab idi ki, oxuduq. Mövlud-i Şərif adında bir kitab açdıq ki, əl yazması çox zor oxunurdu, çünki zor oxunmasının illəti də bu idi ki, bir yoğun qələmlə yazılmışdı ki, huruflar bir-birinə yapışanda ki, kəlməni şəkilləndirsinlər, oxunmurdular çox. Onda biraz çox zorluq çəkdik, amma oxuna bilər. Yəni, adam ən çoxundan 3-4 saat vaxt qoysa, onu təkrar oxusa, gözü və beyni adət eləsə ona, yol açılar və oxunar. Divan-ı Ətayi qabaqdan oxuduğumuz üçün oxumadıq və İxtiyarat-ı Kazuruniyə adında bir kitabı açdıq ki, bu nədənsə təqvim yazılıb üstündə. Yəni, bir də onu açım, görüm odur ya yox. Yazılıb təqvim, əgər bu o olsa, bu nə açıldı? Təqvim, bəli, İxtiyarat-ı Kazuruniyədir. Mən bunu adını dəyişdirim, adı təqvim deyil. Elə təqvim də qalsın, amma əsl adını yazaq burada. İxtiyarat əl-Kazuruniyyə, parantez arasında salaq. Təqvim. Niyə beləsi oldu? Tamam, beləsi məncə daha yaxşı oldu. Gedək görək bu günləri hangi kitabı açırıq və o kitabı görək. Divan-ı Hüseyni adında bir kitabla qarşılaşırıq və sonra Divan-ı Hüseyni hara getdi? Tamam. Həlimi lüğatı. Lüğət biz çox üstündə işləmədiyimiz üçün buna da açaq, amma Qanunnamə-i Dövlət-i Qahiri Osmani. Bu 3-cü kitab olsun ki, bu günləri açırıq, amma görək, bu Hənəfiyyə dünənkidir, elmi vücud da təqvimdə getdi. Təqvimi bağlayaq və tamam. Bu günləri əvvəl Divan-ı Hüseyni üstündə yazıblar. PDF-in başında dostlarımız ki, bunu indiriblər və yükləyiblər web-sayta ya Azərbaş kitabxanasına. Yazıblar Divan-ı Hüseyni Sultan İmperatori Türk
890-cı hicri qəməri ilində 137 səhifədə yazılmış olur. Bu məlumatı PDF-in başında görürük. PDF bu kitabı 137 səhifə göstərir. Bu da bunu deyir ki, elə PDF-in hər səhifəsində kitabdan bir səfərin əksini qoyublar. Biz gedək görək ki, bu kitab harda saxlanır, nə vəziyyətdə saxlanır, hangi kitabxanada, necə saxlanır. Əvvəl bunu BNF görən kimi deyirik, bu Fransada olubdur. Mirza Sultan Hüseyn Mirza, ehtimalən bu elə adı bu olacaqdır, yəni divanın adı. Amma Fransada saxlanır məncə, bəli, Fransada saxlanır. Gedək görək kitabın özünə. Kitabın özünə baxırıq, kitabın bir zərrə də bunu kiçilsək ki, kitab yerləşsin səfiyyə, çox yaxşı olar. Kitab görürük ki, bir əla gönnən cildi vardı, çox gözəl bir nəqşə ilə bu kitabın dörd güşəsində bir basma nəqşə çəkiblər, dövrəsi xətt, içində bir haşiyə, haşiyənin ortada da bir ayrı bir motiv çəkiblər, çox calibdir, qırmızı rəngidə, çox qırmızı. Kitabın içinə gəlirik, görürük ki, gön gəlibdir, içəridən çox gözəl onu bəzəyiblər. İçəridə də kağızın cildinə onun görsənir ki, gəlib ora yapışdırıblar. O birisi səhifədə latincə bir şey yazılıbdır. Ehtimalən 993 nə deməkdir, onu bilmirəm. Bəlkə də şumarı kitabxanadır. Bir neçə səhifə görürük ki, əvvəldə 2 səhifə bilirik ki, Fransaya yazılmışdı. Bunları kitabdan çıxsaq, axırda da ehtimalən belə olacaqdır. Bir 4 səhifəni çıxsaq, kitab olar 133 səhifə zat, bu cürsü. Kitabın əvvəlində cildlər 2, 3, 4, 5, 6, 7 səhifə, hətta 8 səhifə yoxdur. Bu kitab belə görünür. Yəni, bir ayın 30-unda, bu 1900-cü ildə, Məsihi ilində bu kitab bizim əlimizdən çıxıb gedib Fransaya. Kitabın birinci səhifəsinə ki gəlirik, bunun nə qədər ərzişli, qiymətli olduğunu görürük. Hardan görürük? Bunun nəqqaşisindən. Əlbəttə, burada bir şey yazıb, əgər bunu oxuya bilsək, təəssüflə bir nəfər bunu yenə əlin vurub dilinə, kitabın üstündə o gözəllikdə yazını silib bir kəlməni. Ona görə oxunmur. Amma ehtimalən ərzi didə şud divani Hüseyni, burada hər nədir o? Qiymət 1500 rüpiyə. Hindistanda bu alınıb. Rüpiyə Hindistan puludur. İndi bu diqqət, əgər buna bir tarix tapaq ki, hangi zaman 1500 rüpiyə alıblar, bu bizə kitabın o zaman ərzişini göstərir. Əvvəl bunu elə yazaq, ad Divani Hüseyni, ehtimalən Sultan Hüseyn olacaqdır. Bunun qiymətini yazaq burada. Qiymət 1500 rüpiyə. Bu bizə, bəlkə tarixini tapsaq, bizə çox bir şey verəcəkdir. Bu kitabın üstə bir dənə ədəd qoyublar, bir şey yazıblar, latincədir, oxuya bilmirəm onu. Amma kitabın bir səhifəsi çox bir gözəl nəqqaşidir. Yəni, insafən indiki fərşlərdən çox gözəldir. Yəni, bu nəqqaşi rəhlər çəkilibdir. Gözəl bir nəqqaşidir. Əslində, fərşdir bu. Mən belə görürəm. Yəni, nədən isə bizim nəqqaşlarımız bunları niyə alıb şey eləmirlər? İkinci səfədə bir ayrı nəqqaşidir. Çox gözəl bir nəqqaşidir. Üçüncü səhifə, wow, Allah açıq görüm, ikinci səhifədə yazı yoxdur. Üçüncü səhifədə yenə bir yazı vardır, nəqqaşinin dövrəsində. Əvvələn kitabın ortasında, yəni səhifənin ortasında bir böyük nəqqaşı var. Çox gözəl, əvvəl onu görsədim. Yazıb ki, xəzani, burada bir şey yok. Bismi xəzani Sultan Əl-Əzəm Əl-Qazi Sultan Hüseyn Qubadxani xəlifənin, belə bir şey oxuram. Amma bu qızıl içində yazıldığı üçün ehtimalən bunu bu yazı oxumaq, məsələn, qızılla, gümüşlə yazılmış olacaq. Belə gəlir mənə. Bunun əsli biraz
oxuması biraz zor olur. Çünki bu Bismi Xəzani Əl-Əzəm Əl-Qazi Sultan Hüseyn, əgər iştibah etmirəmsəm, Qubad oxunur. Qubadxani Xəlledallah. Ehtimalən. Çünki dedim, bu ehtiyacı var ki, o üzə bu üzə adam çönə baxa görə ki, bu nə cür oxunur. Çünki işıq bunun üstünə düşəndə o fərq edir bunun oxuması. Təəssüflə bunu o cür. Amma bunun başı üstündə də kağızın nəqqaşidən eşikdə yenə bir yazıb Divan Hüseyni, yenə o kəlməni siliblər. Ehtimalən nəvayi olacaqdı. Ya nə belə bir şey siliblər, tazaşdan yazıblar bu kəlməni. Nə dərsə bu Divan Hüseyni qalanın bir düşmənçilik var, silir. Qət'i vəsət kağız dolamadi əlvan min ifşai, ərəbcə olacaqdı ehtimalən. Divan Hüseyni hər nədir o heç, qət'i vəsət kağız dolamadi əlvan min ifşai haşi gülkari farsıca oldu ehtimalən. Nüqtəsi də yoxdur. Bunu deyim ki, nüqtə var, orada burada var yəni. Haşi gülkari məhdul ya məhzul müzəhhəb olacaq ehtimalən. Müsəvvər cildi müqəvva ehtimalən olacaqdır. Qiymət 1500 rupiyə. Qıraqda da, başda da bir möhür var. Yəni bu sonun başında bir cıqqılı bir möhürü elə vurublar ki, mən əgər sətri oxumasaydım onu görməyəcəkdim. Çünki nəzərimə gəlirdi bu kitabın bir parçasıdır nəqşəsinin. Əl-Məhdi min rayəti ehtimalən böyle bir şeydi, amma bir dənə də huda var ehtimalən. Əl-Məhdi min rayətil huda. Ehtimalən belə bir möhür olmuş ola bilər burada. Bunun da yenə altında bir yeri siliblər. Yəni yazı varmış, onu da yenə əlləri ilə beləsi vurublar, siliblər, kağız qazılıbdır. Bu səhifəni də bir də beləsi görək. Kitabın indi əsl səhifəsinə gəlir. Əcəb miniatürləri var bunun. Mən bunu nə cür eləyə bilsəm ki, bu daha yekə. Aha, gözəl, indi biraz daha yaxşı oldu. Burada kitabın miniatürünü görürük və miniatürün ortasında bir, bunda belə olanda ki, yekətmək olmuş. Cəlibdir ki, belə olanda bunda yekətmək olmuş ki, bu miniatürün əvvəl bu miniatür çox bir gözəl miniatürdür, bunu deyim. Əla təsib olubdur. Sonra da ortasında ehtimalən bu kitabı görmüşük. Bu vəziyyətdə əvvəllərini görməmişik, amma bu miniatür mənə biraz tanış gəldi. Belə nəzərə gəlir ki, bir dənə şişə bir otaq kimidir. Bir bağın içində qoyublar, altına fərş salıblar, ətrafda olan ağaçlar görsənir, güllə ağaçlar. Bu səqfin də üstündə bir günbəz var. Abı günbəz var, göydə buludlar var və bir nəfər bir sıfranın üstündə yastığı da yanında oturubdur. Qabağında bir süfrə açıqdır. Bir nəfər ona yemək təarif edir. O birisi də biraz da az arı ilə bir hovuz var, içində quşlar var. Onun dövrəsində də iki dənə ayrı şeyx oturublar və xidmətkarlar, 3 dənə oğlan xidmətkar görünür ki, bunlara xidmət edirlər və arxada o şahdır, hər kəsdir. Onun da papağını, yəni o əmmamə kimi papağın ki, Əfqanistandan gəlir bu əmmamə papaqlar. Bizim şeydə yoxdur bunlar. Bu Əfqanistan da Hindistanın bir parçası olduğu üçün əslində Əfqanistandır, Bəluçistandır bunlar. Hindistanın bir parçasıdır, Pakistandır bunlar. Oranın parçası, bir bölümü olduğu üçün oranın paltarlarının bir əmmamə modeli var. Bizim bu tərəflərdə, özəlliklə türklərdə əmmamə modeli yoxdur.
Bu oradan gəlir. Hər halda burada bu əmmaməsinin də burasında bir dənə məsələn murvariddir, nədir, qərə murvarid qoyubdur. Buradan da bir dənə əmmaməsində bir dənə bir quş qanadından bir leləkdir. Çəkib qoyubdur baş əmmaməsinə. Beləsi oturub çox gözəl bir miniatürdür. Hər halda fikir edirəm bunu görmüşük. Ərzişi çox yuxarıdır. O birisi miniatür, fikir edirəm bunu görmüşük ya da miniatürləri toplayıblar bir yerə. Bu miniatür də yenə mənə tanış gəldi. Amma bu şeir mənə tanış gəlmədi. Yəni bu yazı burada mənə tanış gəlmədi. Yenə də bunu mən istəyirəm ki, nə cür olsa bunu oxuyayım. Görək kitabın ortasında bu səhifədir. Burada bir ortasında bir şey yazıbdır. Min bədayil əbyati sultan. Belə bir o şeyin arasında, təsvibin arasında yazılıbdır. Aşağıda bir şeir yazılıbdır. Əl-əzəmüs səlatin. Əl-əzəm əl-mola əs-səlatin. Beləsi bir şeydir. Aşağıda yazılıb. Ortada 2 beyt, yəni 4 misrə şeir var. Tatu şu bitirmeyen siperşikim bəhriden girdabda. İndi bunu oxumaq özəlliklə bu xətt ilə tatuşu bitirmeyen serşekim bəhdin girdabda. Zülfüdin sərgeçdə cismim buldu pic o tabda. Ta iki qaşının sarı mail durur. Söz göngül, suzan göngül, eylədir kim şişə şəm'i asılır mihrabda. Bunun birinci bölümünü oxuya bilmədim. Amma bunun qalanın qeydərəm, bir də baxaram. Əvvəl istəyirəm kitaba bir baxaq. Sonra qeydaq bunu, şeirlərini oxumağa başlayaq. Görək, bu birisi səhifədə də yenə Əl-Ərəbi vəl-Əcəmi vəl-Qari belə bir şey görürəm. Yenə qeyd edib oxuyaraq. Sultan Hüseyn Bəhdî xan ya da Bəhadur xan. Sultan Hüseyn Bəhadur xan. Bunu qeyd edib yenə oxuyarıq. Şeiri də bunun içində görürük. Ondan sonra geçir şeir bölümlərinə. Yəni burada o şeyə canıdır. Və ləhu xalledallah mülkəhu. Burada şeirlərini görürük. Çox gözəl nəqqaşidir dövrəsi. Ortada bir çarçivədir. Çarçivənin içində şeirdir. Şeirin də misrələrindən də dövrəsinə şey çalıbdır. Bir şeirdən bir şeirə keçəndə bir dənə təzhib düzəldibdir. Onun içində şeirin adın ya o şaha görə bir şeylər yazıbdır, davam edibdir. Kitabın kağızı çox əhla bir kağızdır. Əslində müqəvva deyirik. Bizim uşaqlıqda kardəsti, qardondan, ağ qardon olar düzəldərdilər. Amma bu sarıdır və çox əla bir kağızdır. Ehtimalən 1 milimetr, ən azından 1 milimetr, bəlkə də çox bunun qalinliyi bir kağızdır. Səfələrin başında sondalar latincə şey qoyublar. Kitabın indi bu neçimci səhifəsidir bilmirəm, görünmür. Amma rəngi dəyişdi, bir gülləri çox fərqli. Yenə də mən deyə bilirəm ki, bu kitab bəlkə də şey dövründə, yəni Sultan Hüseyn Bayqira dövründən ola bilər. Yəni Əfqanistanda, Əfqanistan türk mərkəzidir, bilirsiniz. Və türk mərkəzi ən güclü ədəbi mərkəzidir. Biz bunları farslara çıxartmamalıyıq. Və ləhu xəllədət səltənətəhu belə bir şey. Hər səfənin özünə aid bir nəqşəsi, bir rəngi var əslində. Və bunlar güllər çox fərqli. Hətta təzhiblər də dəyişir. Mən heç diqqət eləməmişdim. Hər təzhibin özünə görə bir rəngi, bir nəqşəsi var. Şeirlər çox əla, Allahu Əkbər, əcəb dünyadır bu. Yəni incəsənət nəqqaşə əsərindən baxanda bu bir dünyadır. Əgər bunu indi ondan qıraqda baxsaq, Allahu Əkbər, çox gözəl bir şey. Yəni insanlar nə qədər vaxt qoyublar, dövlət bir təməddünü, bir mədəniyyəti, bir uyğarlığı yaratmaq üçün.
Yəni səfərbərlik eləyibdi. O güc hardan gəlir? O güc düşüncədən, anlayışdan, duyğulardan, təcrübələrdən gəlir və bu təcrübələr bu kitabda, hətta kitabın kağızında görsənir. Kitabın üzündəki nəqqaşədə, təzhibdə, rəngidə, şeirin nə cür yazılmasında, nə cür onun çərçivələnməsində, yəni diqqət buyurun, bu gərək həndəsədə o qədər güclü ola, o qədər xətt çəkməkdə, mühəndislikdə, həndəsə həman mühəndislikdə o qədər güclü olar, nəqqaşlıqda təsəvvür eləməkdə o qədər güclü olar ki, bu yüzlər, bəlkə minlər ağacın, qanatların bir-birinə nə cür şeylir, amma düyün vurmur. Yəni bir cür eləmir ki, burada gəlsin, düyün vursun və davam eləməsin. Bir ağac bir yerdən çıxır, eləyə bilir daimən hərəkətdə olsun, içində fırlansın və getsin, yəni davam eləsin. Çox əla bir incəsənət əsərinə qarşılıq. Bu daha o birisi kitab ki deyirdim, orada miniatür görmüşdüm. Burada 2-3 danadan, yəni neçə dana gördük, ondan sonra da miniatür yoxdur. Çox ciddi nəqqaşilər var, çox ciddi. İndi burada məsələn sürməyi, mətn və qızılı güllərlə görürük. Burada qızılı zeytuni təqribən tox zeytuni, şayət yox bilmirəm bunu nə cür deyə bilirik və noxudu rənginə bu bizim mühəndislik gücün göstərilmiş bu nəqqaşilər. Yəni bizim o aşağıda bir dənə eşq yazıb deyil. Bəli, bu birisi səhifədə eşqi mən heç diqqət eləməmişdim. Bəzi bəli. Kitabın aşağısında, yəni çərçivədən çox aşağıda o güllərin ortasında cıqqılı bir xətt ilə sonuncu səhifə, vərəq nə cür başlayacaq, hangi kəlmə ilə başlayacaqdır, onu yazıbdır. Biz onun üstündən bunu görə bilirik ki, nədir? Məsələn, burada çox, yəni bunu mən yenə bir miniatura gəldik, çıxdıq. Çox, bu da gözəl bir miniaturdur və əcəb nəqqaşilər. Yəni bu kitabın səhifəsi, bəlkə o kitablardandır ki, eşitmişik ki, aparıblar bu Fransəli, Avropalılar, Məsihli Avropalılar, qarətgərlər, qarət eləyəndə bunları səfəsin, çünki kitaba zor çatmazdı satsın, gətirib, məsələn, səfə kəsibdir, səfə neçə 100 milyon dolara bir səfəni satıbdır. Bəlkə bu kitabda o kitablardan ola bilər. Çox güclü bir yəni kürkün burada da quşlardır. Yəni ağaçlar var, yəni o güllər hərəkət edir, amma hər yer doludur quşlarla, hətta ağaçlar da quş olurlar. Yəni belə nəzərə gəlir ki, bəzi yerdə ağaçlar qanat açıblar, quşlar kimi üçürlər. Bu da əlbəttə bunun şayət də illəti bu ola ki, bu məclisdə ki miniaturu çəkiblər, bu məclisdə bir nəfər, yəni 2-3 nəfər, biri qaval çalır, belə mənə belə gəlir ki, dairə çalır, biri bir növ saz çalır, bir də bir növ çəng çalır. Adana çəng, mən yəni bildiklərimdə, ya farsca bunları öyrəşmişəm. Türkçəsini bilmirəm. Onları çalır, ona görə burada da öyle quşlar çalıblar ki, məsələn, quşlar qanat çalırlar və azadlıq, ruh azadlığı burada təsəvvür olur. Və bu bir səhifədə nəqqaşi olsa da görmürəm, amma əyləndə o üzrüyüzə bir rəngin değişməsi görünür. Yəni, ehtimalən burada qızılla çəkilmiş biraz gedibdir. Dediyim kimi, hər təzhibin, hər şeirin qırağında olan, o şeirdə olan nəqqaşi və onun qırağında olan, burada da quşlar da ehtimalən simurq adı ilə deyilən bir şey burada olacaqdır. Təxəyyül gücün görün. Yəni, bu təxəyyül gücü bu kitabda hər səfə bir təxəyyüldür və hər səfə bir mühəndislik gücüdür. Hər səfə bir təməddün, yaradışın nişanəsidir. Yəni, bu həndəsə, bu nəqqaşlıq, bu rəhlər, bu kağız, bunu göstərir ki, qabaqcan bir elmlər vardı, o elmlərin öyrəşiblər ya bu kitabda onu işlədiblər. Ya da o nə deyirlər, təcrübə eləyiblər bu kitabda, ya da ki, o elmlərdən alimlər gətiriblər bu kitabı mühəndislik eləsinlər.
nəqqaşlıq eləsinlər. Rəhlərin üstündə bu rəng neçə yüz ildən sonra beləsi davam gətirir. Yenə də bir aynı səhifə ilə qarşıya ki, iki rəng bir-birinə çox yaxındır güllər. Adam deyir bəlkə nəqqaşlıq yoxdur, amma yox, diqqət eləyəndə görürük ki, nəqqaşlıq yenə də bir ayrısı. Vallahi əla bir kitabla qarşıyıq. Bu yəni Türk dünyasının kitab deyil bu sadə. Bu bir uyğarlıqdır özü. Allahu Əkbər. Yəni dostlar, bunu görmək lazımdır. Mən dana-dana səfələri bundan belə ki çox çəkəcəkdir, amma şey edirəm, dostları eləyə bilərlər bu kitabı görələr, bundan ləzzət aparsınlar. Allah. Yəni bu nəqqaşi çəkilir, bəzən də fərşlərin üstünə də görürük. Bunlar insanın ruhunun, yəni o nəqqaşın ruhunun necə hərəkət elədiyi, uçduğu, fırlandığı, rəqs elədiyi bir şeydir, gül şəklində görsənir. Hərəkət gülün ya qanadın hərəkət şəklində görsənir. Elə bir kitabın sonuna gəldik, yetişdik. 2 səhifə, 3 səhifə, 4 səhifə, 5 səhifə, 6 səhifə, 7 səhifə boş getdi, cildin yetişdik. Yəni 6 səhifə boş, cildin için görürük və cildin eşiyində danışmışdıq. Sonra cildin o şirazəsini görürük ki, cırılıbdır. Yəni bununla bu əzəmətlikdə kitabın cildi üstündə də nəxşiyə bax. Yəni cildin üstündəki nəxşə də bir özü bir hünərdir. Və beləsi bu qədər bu gün yetişirik. Bu kitabdan oxumalıyıq. Qeydirəm kitabın əvvəlinə, eləyə bilək qeydaq və bu kitabdan bir şeylər öyrənək. Əgər bunun tarixini tapsaq ki, bu kitab ha zaman yazılıbdır, gedək buradan, indi bunu buradan çıxadaq ki, eləyə bilək, yekəldaq və bunun için oxuya bilək. من جنل باسم خزانه سلطان الأعظم الغازی سلطان حسین قبادرخان xələfəhullah, belə bir xəlifətullahdır ya xələfə mülkəhudir, ehtimalən oxunabilir. Bəhadurdur bu da, şeydir, Hüseyin Bəhadurxan. Sultan Hüseyin Bəhadurxan. Sultan Hüseyin, pəs beləsi olacaqdır. Sultan Hüseyin Bəhadur Xan Xəllədə mülkəhu. Tamam. Bu beləsi oldu. Xəllədə mülkəhu. Bu birincisi budur. Ondan sonra bu təsvirin dövrəsində, yəni o şeyin dövrəsində bir nəqqaşinin dövrəsində bir yazı var. Onu görə oxuya bilsək, surət-i niku نعت خداست معنی و جمع صدف و صورت و معنی talab edə cahan. Bunun dövrəsində, yəni bir çadır kimi fərz edin, onun dövrəsində başda bir yazı yazılıb, nəzərə gəlir farsçada, amma mən düzün axtarsız oxuya bilmirəm, çünki surət-i niku qalanı lütfi xudaست. ehtimalən surət-i niku həmi lütfi xudaست. معنی او مجتمعی صدق و صفاست. صورت و معنی طلب اندر جهان. مقصد و مقصود تو. Nə mənə buradan orasını oxuya bilməm. Tu əsbərdan belə bir şey burada yazılıbdır, amma oxuya bilmədim. Bunu əlbəttə yazsaq tapa bilirik. Bu səhifədən getirəm o birisi səhifəyə, o birisi səhifədən miniatürün miniatürün üstündə bir şey yazılmayıbdı. O birisi səhifədə yazıb ki, min bədai ilə əbiyyat-i sultan. Bu üstə kaşinin içində yazıbdı. Burada tatu
şu bütür min serşikim behri din girdabda. Zülfü din sergeçti cismin buldu piçu tabda. Ta içi qaşının sarı mail durur suzan gönül. Eylədir kim şişə vüşəm asılır mihrabıda. İndi bunu mən yazım görüm əcəba bu şeiri mənə şey tapa bilər ya yox. Yəni Cimnay bunu mənə tapsa çox böyük bir şey olar. Çünki bu xətti düzün axtarsaz oxumağı bu da 3 xətt boyum. Zülfüdik sər geçtiği cismim buldu tab da. Ta iki Qaşının sarı mail durur suzan göngül. Eyle dur kim şişe bu şem'i asılır mihrabda. Bu baştan sona ve doğru okunuşun ve doğru yazılışın benim üçün bular mısın? Tamam, görək ki bunu tapır ya yox. Əlbəttə, tamam yenə də əlbəttə in beytlər Fuzulinin qəzəllərindən biridir. Bu şeirdə Fuzuli klasik ədəbiyyatın gözəl təsvirlərindən istifadə edib ilk olaraq şeirin düzgün yazılışını, imlasını və sonra isə oxunuşun sizə təqdim edirəm. Şeirin düzgün yazılışı əsli xətti ilə zülfünü dik yazıbdır. Zülfünü türk eyləyib cismin bülüb piçu tab. Yox, bu ayrı cür oxudu, bir ayrı şey yazdı. Şeydən deyil, bu da Fuzulidən deyil. Əvvəl deyək ki bu ta iki qaşın sarı mail durur suzan gönül ayədir kim. Qələt yazıbdır. Kollə nəsə mən yazdığımı bir fərz. Məlkə mən iştibahi. Zülfü dik sərgeçtəyi cismim buldu piçü tab da. Mən bunu islah edeyim. Buranın yerinə xət qoyum. Ta iki qaşın sarı mail durur suzan göngül. Ayədir kim? Eylədir, eylə. Eylədir kim şişə, mən şişəxi yazmışam. Şişə və şəm'i asılır mihrabda. Burada yazım. Bu şeir Tay Türkçesinde ve
Sultan Hüseyn Bahadur Xan Hazretlerinin divanının en başında gelen iki beytdir. Ben bu birinci beytin mən birinci beytin qoy yazım da, onu yazım ya. Qələt də yazsam yazım. Tamam. Tatu şu bütürmin serişkim şu bütürmin serişkim tatu şu, ben bunu şu ayrımda tatu şu bütürmin sırışkim Behridin girdabda. Tamam. Bu şeiri en baştan sona ve doğru okunuşun ve doğru yazılışın benim için bular mısın? Sultan Hüseyn Bahadur Xan kimdir? Tamam, məni bu görər. Yəni biraz indi bundan ittilaat olaq. Əvvəl bu kitabın görək kimdir? Bu iki beyt Türkçe ədəbiyyatının ən parlaq dövrlərindən biri olan Cığatay Türkçesi ilə yazılmışdır. Bu şeirlər Əmir Əlişir Nəvainin yaxın dostu və Hərat taxtının sahibi Sultan Hüseyn Bayqıranın Bahadur Xan divanındandır. Tamam, biraz məlumat verdik indi. Gördük ki, bu Sultan Hüseyn Bayqıradır. Yəni burada yazaq. Sultan Hüseyn Bayqıra. Bu şeir klasik və doğru oxunuşu mənaları ilə bərabər təqdim olunur. Şeirin doğru yazılışı və oxunuşu. Beyt. Tartu, mən yazmamışam onu. Tartu birdən o cür yazıram. Tartuşur mindin sırışkin bəhri dərdin girdabda. Zülfü dik sərgəşdiyi cismin büldi piçitabda. Anlamı, göz yaşlarımın ta tüşür mindin sırışkim, ta tüşür mindin məndən sırışkim bəhri dingirdablar. Göz yaşlarımın denizindeki burulğan girdab həman burulğandır. Burulğanlar, girdablar məni özünə çəkir. Cismin isə zülfüdink, sənin zülfün, sərgistə cismin buldu piçütabda. Cismim isə onun saçları kimi pərişan olub, piçütab, qıvrım və çətinlik içində qaldı. İkinci beyt. Ta iki qaşın sarı mail durur suzan göngül, eylədir kim şişə vüşəm asılır mihrabda. Anlamı o yan gönül ki, ta iki qaşın necə oldu bu? O yan gönül hardan gəldi? Ta iki qaşın sarı mail durur. Görək bunu. O yan gönül ki, sənin iki qaşın sarı mail olub baxır. Yəni mail olub baxır. Ta iki qaşın sarı, sənin iki qaşıva tərəf mail durur.
Suzan yanan gönlüm sənin iki qaşıva mail durubdu. Ya şey olur. Elə bil eylədir kim, elə bil mehrabın içində asılmış şəm-i şişə. Şəm-i şişə yəni fanusdur. Eylədir kim, şişə və şəm asılır mehrabda. Mehrabda elə bir şəm-i şişə asılı burada işıq salır. Sultan Hüseyn Bəhadırxan Bayqıra kimdir? Sultan Mirza Hüseyn Bayqıra tarixləri hey deyirəm, amma bu da çevirmir. Nədən isə bunu gərək burada yazım. Tarixləri hicri mi yaza bilərsin. Tamam, bu onları yazmağa məşğul olsun. Biz gedək görək ki, nə deyir. Sultan Hüseyn Mirza Bayqıra Teymurlar sülaləsinin sonuncu böyük hakimidir. Onun haqqında bilinməsi gerəkən önəmli nöqtələr bunlardır. Həratın qızıl dövrü. O təxminən 37 il Həratda səltənət etdi. Onun dövründə Hərat dünyanın mədəniyyət, sənət və ədəbiyyat mərkəzi sayılırdı. Şairlik və təxəllüs. Özü Cığatay türkcəsində ustad bir şair idi və şeirlərində Hüseyni təxəllüs edirdi. Əlinizdəki beytlər onun məşhur divanındandır. Əmir Əli Şir Nəvai ilə dostluğu. Sultan Hüseyn böyük türk şairi Əli Şir Nəvainin mədrəsədən yoldaşı və ömürlük dostu idi. Nəvai onun vəziri və ən yaxın məsləhətçisi olaraq Türk dilinin gəlişməsində böyük rol oynayırdı. Hami himayətçisi. O, Cami, şair Cami, Behzad rəssam və Mirxund tarixçi kimi böyük şəxsiyyətləri öz sarayında saxlayırdı. Diqqət buyurun, Cami, Behzad, Mirxund. Dil və ədəbiyyat baxımından önəmi. Bu beytlər Cığatay türkcəsinin klasik dövrünə aiddir. Bu dil bugünkü Üzbək və Uyğur türkcələrinin kökü sayılsa da, Azərbaycan və Osmanlı klasik ədəbiyyatı ilə də Füzuli kimi şairlər üzərində böyük təsiri olub. Bu gözəl şeirlərin davamı və ya daha artıq mənası barədə başqa suallarınız varmı? Tamam mı? Bəli, hətmən tarixləri hicri təqvimi əsasına bu şəkildədir. Sultan Hüseyn Mirza Bayqıra Hüseyni Teymurlar sülaləsinin böyük hökmdarı və şairi. Doğumu. Doğum 873. Hicri qəməridə doğulub da Həratda. Ölüm 911. Yəni çox da ömür eləməyibdi. Bu dövr təxminən 873-dən ta 911-ə qədər, hicri qəməriyə qədər türk ədəbiyyatı, mədəniyyəti və sənətinin Həratda ən parlaq çağı sayılır. Əmir Əli Şir Nəvai də elə bu illərdə sultanın yanında türk dilinə böyük xidmətlər etmişdir. Tamam. Bunu indi oxuya bildik. Gedək o birisi səhviyyə. Tirla kan məhvəşi yüzdik nunun ilə lütfi bar kim. Görmadık ol xublıq hərgiz gülü sirabda. Ləl irdir iki ləbinin suzi sözər suzi riştəsin utkar kalı süft erir ağzının ki zahir
buldi lə'li nabda. Bu yenə də bunu gedək yazaq, bu şeiri oxuyaq, düzgün bunu oxumağa çalışaq və anlamağa çalışaq. Çünki çox gözəl bir şeirdir. Bu şeiri də doğru yaz. Tirlakan, tirlə qan, ehtimalən. Məhvəşi yüzünün, məhvəş yüzünün yüzük, yüzükdür. Bu bununki deyil. Tirla kan məhvəş yüzüknün ilə lütfi bar kim. Görmədik hemen. Görmadık. Ol xubluq hərgiz güli sirabda. Ləl irür iki ləbnün, süz riştəsin utqar kalı. Udar kalı, mən beləsi qalar. Süft irür ağzının ki zahir buldi lə'li nabda. Görüm qələt yazmadıq. Tirlakan məhvəşi yüzüknün ilə lütfi bar kim. Bar yəni var. Görmədik. Ol xubluq hərgiz güli sirabda. Ləl irür iki ləbinin söz riştəsin ortakar kalı, ehtimalən burada iştibah yaza bilərəm. Süft irür ağzının ki zahir buldi lə'li nabda. Tamam. Bu iki beyt Türk ədəbiyyatının ən parlaq dövrlərindən biri olan Cığatay türkçesi ilə yazılmışdır. Bu şeir Əmir Əli Şiri Nəvainin yaxın dostu və Hərat taxtının sahibi Sultan Hüseyn Baqira'nın Bəhadur xanın divanındandır. Bu şeir klasik və doğru oxunuşu, mənaları ilə bərabər təqdim olunur. Şeirin doğru yazılışı və oxunuşu. Beyt. Tar tutuşur. Mən bunu görüm indi bu nə cür yazdı? Tar yazıbdı, amma tar deyil bu. Tirlakan. Tartuşur mendin.
Bu başqa bir şey oldu. Ayrı bir şey. Aha, tamam. Şey eləmiş, qeydib əvvələ. Çünki mən o yazdığımdan qeydli. Tamam. Şeirin doğrusu. Tir lağan, lakandır. Lağan yazıb, mən bəlkə lağan yazmışam. Düzdür. Tir lağan məhvəş yüzünün ilə lütfi bağır kim? Görmədik ol xublik hərgiz gülü sirabda. Anlamı. Senin tərləmiş ay üzlü cəmalının tirlağan ehtimalən tərləmiş məhvəş yüzünün ilə bir lətafəti var. Senin tərləmiş ay üzlü cəmalının ilə elə bir lətafəti var ki, o gözəlliyi heç vaxt su içində olan tərü tazə bir güldə görmədik. Tərlağan, onlar həman tərləmək, onu oradan götürdü. Tırlağan məhvəş yüzünün ilə lütfi bağır kim? Görmədik ol xublik hərgiz gülü sirabda. Sirab görmədik. Tırlağan kəlməsi Cığatay türkcəsində tərləmiş mənasındadır. Ləl irür iki ləbinin söz riştesin ötü. Burada utkarlı. Burada onu ütgərkəli yazıbdır. Dür irür ağzının ki zahir buldu lə'lin abda. Anlamı, sənin iki dodağın qırmızı ləl kimidir ki, söz ipini oradan keçirirsən, sənin ağzın isə dişlərin o xalis lə'lin içində görünən incilərdilər kimidir. Bu bunun mənasıdır. Nüqtə. İrür kəlməsi Cığatay türkcəsində dir, imişdir. Ədəbi və tarixi nüqtələr. Bu qəzəl Cığatay ədəbiyyatının xiyaləngiz və incə sənəti göstərir. Sultan Hüseyn Bayqıra bu şeiri klasik şərq ədəbiyyatının ən gözəl təlmihlərindən və təşbihlərindən istifadə etmişdir. Ləl və dür, dodaq və diş için işlənən klasik bir bənzətmədir. Gül sirab, gül-i sirab, tərləmiş üzün, gül-i sirab ki, tərləmiş üzün, ərəq, tər və tazə gül üzündəki şəbnəmə bənzədilmiş. Allah Allah. Gül səhər çağı yuxudan biraz tez duranda geçsək bağa baxçıya, görürük ki, o yaşlılıqların üstündə bir tər var. Biz ona farsca şəbnəm deyirlər. İndi biz ona türkcə nə deyirik? Dəfələrcə biz bunu çıxmışıq burada həyətdə yol yeriyəndə. Ayaqyalın özəllikdə zahirən o şəbnəmin yaz fəslində, yay fəslində ayaqlara çox faydası var. Beləsi deyiblər, eşitmişəm, bilmirəm doğrudur, qələtdir. Amma mən özüm bunu istifadə eləmişəm. Yəni ayaqyalın dolanasan o gülün o təri ki, gecənin soyuğundan, istisindən qalxır, oturur orada, çox da göyə gedə bilmir, gəlir aşağıda yağış da ola bilmir, gəlir oturur o gül çəmənin üstünə. O deyirlər ki, ayağın ağrısına, ayaq ağrısına çox yaxşıdır. Mən də hərdən burada yaşadığım yerdə çıxaram o çəmənlərin üstündə yayda. İndi hələ feylən burada o qədər soyuqdur ki, eşiyə çıxmaq olmur. Amma diqqət buyurun bunun gözəlliyinə. Deyir ki, gül-i sirab tərləmiş üzün. Tərü tazə gül üzərindəki şəbnəbə bənzədilmiş. Gül-i sirab. Mən heç bunu bilmirdim. Gül içi suyla sir olubdur. Üstündə qalıb. Yəni, sir nə demək? Farsca farsca bilirəm, türkcə bilmirəm nə deməkdir. Doymaq anlamındadır. Sirab, yəni doydu da, su çəkilmir canına. O dövrün naturalist təsvirlərindən biridir. Bu qəzəlin hansı bölümü və ya kəlmə? Tamam. Gedək o birisi bölümlərinə görək ki, o birisi bölümlərində burada da yenə Sultan Hüseyn Bəhadur xan ki, yenə bunun şeirin altında yazıb. Üstündə yazmış ki, Əl-Ərəbi vəl-Əcəm Əbül-Qazi.
Aha, əgər indi bunları gərək bu cür oxuyaq. İstəyək bunu oxuyaq. Gərək gedək görün burada vardı. Burada gərək gedək bu yazını şeirin başında. Min bədayil əbyat sultan Əl-Əzəm Əl-Mevla Əs-Səlatin. Bu birisi səhifədə. Əl-Ərəbi vəl-Əcəmi Əbülğazi adı Sultan Hüseyn Bəhadur xan. Ondan sonra gəlir o şeirin ki 4 dana yerdə yazmışdı. Yəni buradan 2 səfərə hərəsindən 2 beyt oxuduq. Ondan sonra gəlir şeirin davamı burada davam edir. Yəni o 4 beyt buradan oxumuşuq. Burada 3 beytdə qalır. İndi bunu oxumağa çalışaq. Görək ki oxuya bilirik ya yox. Zülfüdün lə'linin sarı xalının dur uğri hinduyi. Zülfünün lə'linin sarı xalının Zülfüdün lə'linin sarı xalının dur uğri hinduyi. Kim şükür istar, kim şəkər istar oğruluq İlakay məhtabda. Can verib ərnayı dövrandin vəfa göz tutma kim. Can verib əbnayı dövrandin vəfa göz tutma kim. Yokturur bu şivəni məhbubi ney əhbabda. Ey Hüseyni can berür Türkac müğənni şüd ruhi qudsi feyz yaşayırmış məgər mizrabda. Çox gözəl. Mən yavaş-yavaş anlamağa başlayıram. Zülfüdün lə'lin sarı xalının dur oğru hinduyi. Kim şəkər istar oğruluq ilakay məhtabda. Oğurluq eləyərək kim istər ki məhtabda şəkər istəsin. O zülfündin sənin zülfündən. Lə'linin sarı xalının o zülfü lə'linə sarı xalının dur oğru hinduyi. O sənin zülfündəki xalına tərəf gəlibdir. O bir hindu oğrusudur. Ehtimalən hindu burada deməkdə həm qərə, həm duzlu, həm də ki birdən də bir şey gəlirdi zehnimə, yadımdan çıxdı. Ox atır. Ox atır insana, ona görə gəlir. Can verib əbnayı dövrandan vəfa göz tutma kim. Can verib bu dövranın insanlarından vəfa gözləmə ki, yoxturur bu şivəni məhbubu ni əhbabıda. Bu şivə, yəni vəfa şivəsi yoxdur. Bu şivə məhbublarda, sevgilərdə, məşuqələrdə və yoldaşlarda. Ey Hüseyni can verir Türkac müğənni şüdruh. Ey Hüseyni can verir Türk kimi. Mən bunu gərək yazam görüm burada Türkacı nə cür bir mənilizət. Müğənni olur ruhi qudsi feyz yaşırmış məgər mizrabda. Ruhi qüdsdədir, məgər feyz alırmış, yaşırmış mizrabda. İndi o musiqi alətini ki çalırlar onda. Və ləhu xəllədəllah mülkəhu. Yenə də bir ayrı şeirə buradan girir. Amma mən bunu biraz da oxumağın yavaş-yavaş başarıram. Amma gedim bu Ey Hüseyni can birür Türka. Bu da Türkac deyilmiş. Çox istəyirəm. Tüzkacımış. Tüzkac müğənni şüddruh. Dalın da təşdidi var üstündə ehtimalən. Şəddruh. Bunu mən yazım görüm nə çıxır. Ey
Hüseyni can verir can bilir tüzkac. Ehtimalen tüzkac olmayacaq. Tuz olsa əlbəttə üz də ola bilər. Müğənni şəddi ruh. Ruhi Qudsi, burada da qədası, ruh qədası, qıdadır bu da. İndi bunu gördüm, burada aşağıda bir əlif kimi var, kiçik. Ruh qıdası, qıza, burada yemək, ruhun yeməsi, feyzi, yaşırmış, məgər mizrabda. Görək buna nə deyəcəkdir? Ey Hüseyni can bilir tuzgac müğənni şüddi ruhi qıdası feyz yaşırmış məgər mizrabda. Bu beyt Sultan Hüseyin Bayqıranın filan klasik Türkçəsində doğru yazılışı budur. Nədir? Ey Hüseyni can bilir tuzgac müğənni şüddi ruhi qudsi feyz yanşur yazıb. Mən bunu iştibah yazmışam hətmən. Yaşırmış, yanşur yazıbdır. Bir düz deyil. Yaşırmış məgər mizrabda. Tüzgəc nədir? Tüzgəc tözmək fiilindən. Cığatay Türkçəsində düzənləmək, saz üzlətmək və ya çalmağa başlamaq mənasındadır. Tüzgəc. Mən burada tüzgac oxudum türk kimi, o qələt oxumuşam. Ey Hüseyni. Bu da can var imiş burada. Heç mən bu canı yazmamışam. Hə, yazmışam, yox. Ey Hüseyni can bilir tüzgac müğənni şüddü ruh. Pəs burada tüzgac yəni sazı çalmağa hazır eləmək. Şüddü ruh nə deməkdir? Musiqidə köhnə və önəmli məqamlardan biridir. Aha, bir məqamdır bu musiqi əslən. Birisi dili bilməyəndə beləsi olur. Yəni, təxəssüsü bir lüğətlər işlədir ki, mən bilmirəm. Eyni halda ruhun canı, yəni həman tuzqac, müğənni şüd, o müğənni şüd deyir ki, musiqidə köhnə və önəmli məqamlardan biridir. Eyni halda ruhun canı və ya ruhun yüksəlişi mənasında da tədai edir. Yanışırmış, yaşırmışı yanışırmış oldu. Bu qəşəng deyil. Yaşamaqdır, yanışırmış deyil. Yaxınlaşdırmış və ya qoşdurmuş mənasındadır. Bəzi nüsxələrdə yaşırmış, yəni, bəzi nüsxələrdə deyir ki, yaşırmış, bəzilərində yanışırmış yazılıbdır, deyir, beləsi yəni. Yəni, gizlətmiş kimi də oxuna bilər. Əlbəttə, burada yaşırmış, yəni yaşamaq, məncə bu doğru gəlir, ta gizlətmək. Amma, əlbəttə, gizlətmək, mən ruhi qıdası, ruh qıdası feyz yaşırmış, yaşayırmış məgər mizrabda. O da ola bilər, yəni o da gizlənirmiş onda mizrabda. Yəni, bir də oxusaq buranı, bəzi nüsxələrdə yaşırmış, yəni gizlətmiş kimidir, oxuya bilinir. Amma mənəvi feyzin mizrabda olması yanışırmaq ilə daha uyğundur. Şeirin qısa mənisi, anlamı. Ey Hüseyni, musiqiçi, müğənni, şüddü ruh məqamını çalmağa başlayan kimi, sazın düzləyən kimi, güya canı təndən çıxarıb ona yeni bir ruh bağışlayır. Yoxsa Ruhul Qudus, Cəbrəil və ya müqəddəs mənəvi güc öz feyzini və bərəkətini o mizrabın ucuna mı qovuşdurub? Ədəbi və mənəvi nüktələr. Təxəllüs Sultan Hüseyin Bayqıra burada özünə xitab edir. Musiqi və irfan.
Bu beyt o dövrün Hərat məktəbində musiqinin nə qədər yüksək bir məqama malik olduğunu göstərir. Bunu da mən bir neçə dəfə ərz eləmişəm. Burada da musiqi haqqında bir türkcə kitab, bir-iki dana ən azından tanımışam özüm. Ki mən musiqidən baş tapmadığım üçün o kitablara da girişə bilməmişəm, oxuya bilməmişəm. Oxudanda da anlamıram. Yəni zaten bir xarici dil olur. Mənə Japon dili kimi, Çin dili kimi ki, məsələn onu ingiliscə yazarlar ya türk əlifbası ilə yazarlar. Mən onu Çincə oxuyam məsələn. Bilmirəm ki, nə deyirəm. Ağzımdan səs də çıxardıram. O cürsü bir dəfələrcə bunu ərz eləmişəm. Biz keçən 250 ildə öz təcrübələrimizdən, dədələrimizin yaratdıqlarından, ixtiralarından, inkişaflarından uzaqlaşmışıq. Onun üçün məsələn Beethoven, nə bilim filan bunlara aşiq olmuşuq. Onları biz o halda ki, musiqi dünyası özəlliklə türk dünyasında və ərəb dünyasında çox güclü bir vəziyyət imiş. Buna baxmayın ki, İranda mollalar bununla müxalifət ediblər. Musiqi ilə. Çünki musiqi mollalara qarşıdır. İki dana, biri şad edir insanı, biri ağladır. Mollanın işi ağlatmaqdır, insanları kədərləndirməkdir. Musiqinin işi insanları şəfə, şoqa gətirməkdir. Bunlar bir-birlərindən daimən savaşırlar. Çünki ikisinin də mənafei o işi qorumaqdadır. İşlər bir-birinə savaşırlar. Amma musiqi və incə sənət özəlliklə türk dünyasında çox inkişaf edibdir. Biz indi İranda o şey ki, musiqiyi indi yavaş-yavaş farslar özləri deyirlər də. Yəni musiqi ustadları, nə bilim, mən adlarını bilmirəm onların. Onlar bir-ikisində mən yaydım Instagramda sözlərin. Deyirlər ki, biz araşdırdıq, Tehranda bir dənə var. İncəsənət Universitesi var, Danışgah-ı Hünər deyə. Xiyabani İnqilabda, yox, xiyaban yox. Xiyabanın adı bilmirəm nədir, yadımdan çıxıb iş nədir. Vəli-əsr xiyabanı ilə, o inqilab xiyabanıdır, nədir? O gələndə bir-birinə yetişəndə orada bir parça vardı, bir fərhəngsəra var. Onun qarşısında bir danışgah hünər var. Oranın ustadları araşdırıblar, danışçılarını falan görüblər ki, musiqi İrani, sünnəti deyə bir musiqi yoxdur. Hamısı Osmanlı dövründən, Hərat dövründən gələn musiqilərdir. Və mən yenə də deyirəm, Beethoven filan zat tarixləri çox sonradır. Bizim musiqimiz həm öncədir, həm də onlardan çox-çox güclüdür, amma biz bilmirik. Bunları indi yavaş-yavaş Osmanlı dövründən onlar ki, zəbt olublar, saxlanılıblar, onlar qalır. Bir də indi musiqilərin, kitabların icra eləyirlər indi. Biz görürük ki, məsələn, əslən, gedin YouTube'da vurun Osmanlı Altman Music, Osmanlı musiqi, məhşər musiqilər gəlir. Saatlarca musiqilərə qulaq asa bilərsiniz. Saatlarca. Onlar saat musiqilərə qulaq asa bilərsiniz. Rahatladan musiqilər, həyəcana gətirən musiqilər, fəqət musiqidən danışıq. İndi bunun üstündə oxumaqlar vardı, səslər vardı. Onlar da ayrı bir şeydir. Yəni onlar da bir ayrı ucubə dünyasıdır. Bu beyt o dövrün Hərat məktəbində musiqinin nə qədər yüksək bir məqama malik olduğunu göstərir. Musiqi təkcə eğlence üçün deyil, bəlkə mənəvi bir feyz mənbəyi kimi təsvir olunur. Mən dedim, mollalar o zaman ki, insanı kədər edirlər, insan yığışır, üzən kiçikləşir və yerə tərəf gəlir. Musiqi insanın içindən göyə tərəf qovzaldır. Onun üçün də insan qalxır oynayır. Çünki o zaman ki, musiqi insanı yerdən qovzur, başlar uçmağa tərəf. Və musiqi o uçmağın bir rəqs oynamaq, o musiqinin
uçmaq təsirinin bir hissəsidir. Kəmər oynatmaq o musiqidə deyil. O musiqidə görürsünüz ki, qollar açılır, qanadlar, yəni quş kimi yığır, açılır, gedir, gəlir. Bu o göyə tərəf uçmaqdır. Adam ayaqlarının ucunda rəqs edir. Çünki içəridən bir şey bunu istər yerdən qovzasın, aparsın. Amma molla orada mərsi oxudursan, siz yerə, torpağa tərəf çəkilirsiniz. Gedirsiniz yerin altına. Yəni bu iki dana mütəzad məktəbdir. Biri göylərə tərəf içəridən ruhu dikkəldir, yüksəldir, göyə tərəfi tutmağa çalışır sənə, yüngüllük hissəsi elirsən, vəznin azalır, qalxırsan ayağa, qoca cavana da baxmır, hamısını hərəkətə gətirir. Biri də qoca cavana baxmır, onu üzdən aparır aşağıya, yerə və yerin altına soxmağa çalışır. Biri yaşamı, biri ölümü, torpağın altına getməyi təlqin edir insanlara. Sənətkarlıq, şair musiqiçinin mizrabını mənəvi bir ilham mənbəyinə bağlayır ki, ulu canlara həyat verə bilir. Bu beyt deyir, qutardı burada. Tamam, biz də bunu gördük, qutardı. Arzunun mehrin açıb cismim aracan ortaya ya ortam. Arzunun mehrin açıb cismim aracan ortama, aşkara lütf edip köngülümni penhan ortama. Bergi hicran naldik cismimda, bəs durupsin dağı. Bergi hicran naldik cismimda, bəs durupsin dağı. Vədi vəslilə ban, ey əhdi yalğan ortama. Çuh ғəm buldi tənim, ətfal taşındın yana. Lalevek göngülümnisin, ey otluq əfğan ortama. Lə'li can bəxşin üzəsin. Lə'li can bəxşin üzəsin, xali hicran qoymağıl. Canım üzrə hər zaman bir dağ hirman ortama. Ateşin göglümdə xoştur navikinginin kisrəti. Bərqi hicranın salıb göglümdə sükkan ortama. Sübh vəslidin mini ol yar numid iladı. Sübh vəslindin mini ol yar numid eyladı. Sən qara bəxtim kibi, ey şah hicran ortama. Ey Hüseyni, çıxma ansız ahı xublarını görüb. Ey Hüseyni, çıxma ansız ahı xublarını görüb. Bir vəfasız ötdüdün büz namüsəlman ortada. 100 ehtimalən olacaqdır ya, bilmirəm. Bunun şeyində mən nüqtələrin 100 bəli. 100 namüsəlman ortada. Bir vəfasız ötdüdün 100 namüsəlman ortada. Burada da bir şeiri ilə tanış olduq. Yenə də şeirin başında yazdı və min bədai kəlamihi. Bunu da oxuyaq, sonra gedək hər neçə səhifədən bir danasını oxuyaq. Vaqiyyət budur ki, əl çəkə bilmirəm. Mənim bununla belə ki, bunları necə deyim? Həm oxumaqda, həm də anlamaqda çox zor çəkirəm və deyə bilirəm də ki, çoxunu da anlamıram. Amma sözdə bir axarlıq var. Bulaqdan su çıxır, axır gedir. Mən indi bunda üzə bilmirəm. Amma əlimi onda salım bir bunun, əlim istansın yavaş-yavaş, bunu öyrənmək lazımdır.
buldu gül vakti ve min xari gamidin mila xamidin. Buldu gül vakti yo min xari gamidin müptela. Hicr otidin laledik bağrımda yüz dağı bela. Kan yaşımni gördüğün o buldun göngül hali dağı. Kan yaşımni gördün buldun göngül hali dağı. Bu sıfat halimni bes Ali da arz et ey seba. Ali'de olacak ihtimalen. Bu sıfat halimni bes Alida, burada təşdid görürəm. Əgər təşdid olsa, əllidə də ola bilər. Əllida ərz et ey səba. Gərgəmin göz mərdümidik, qan yaşım silabiğə. Ahi kim fəryadimə yetmez bugün bir aşina. Halizarınsın gibi sultanidin irtu iri tüşkali. İhtimalen beləsi olmadı. Halizarınsın gibi sultanidin iri tüşkalı. Ya ferag irmaz gel gül kalım. Ya feras irmaz gel kalım, yüz til bile ilar ada. Men bulur irdim ki yoktur intiha eşkim gəhec. Men bulur irdim ki yoktur intiha eşkim gəhec. Ta gülü veslin bile kıldım mühebbet iptida. Ger Hüseyin'i tapmadı bir ki cemalün bağidin. Ger Hüseyin'i tapmadı bergi cemalin bağidin. Bu çemenda ey gülü nures sana bulsun bega. Lale dikmi camini tutkıl ganimet gel gül çağı. Lale dikmi camini tutkıl ganimet gül çağı. Xase kim işlet urdi bülbülü bidil sala. Çox aslında ahəngi də gözəldir. Yəni təəssüflə biz bu dildən çox məhrum qalmışıq. Gedirəm 30-cu səhifədən bir şeir görək. Başlanır. Ehtimalən bu şeydən başlanır. Elə əvvəli bu səhifədəndir. Burada bu ağırdır. Bu kəlməni oxuya bilmirəm. Yəni çalışdım ki, əvvəl bir hazırlaşım, bir motorum qızışsın, amma olmadı. Yar köyündin, yar köyündən ortada gözdür bu zari meks. Söz disə dahi cevabida qılır besyar meks. Meks durmaqdır ehtimalən. Farscada işlənir çox indi, bizdə işlənmir, ehtimalən odur. Yar küyidin otarda gözü bozar meks. Söz desə dahi cevabida qılır besyar meks. Ol pəli nizare siğə ey tabitün dəstres. Tabitünün. Ol pəri nizare siğə ey tabitünün dəstres.
görmünsin məcnunluğumu, qılmağıl zinhar məks. Əqli turmaz mindavu göngül nə də birdəm ey rəfiq. Əqli turmaz mindavu göngülümdə birdəm ey rəfiq. Eylə kim əsruklar içrə ilmas huşyar məks. Gər desam ey əxtəri səd utmagil təcil ilə. Gər desam ey əxtəri səd utmagil təcil ilə. Dir ki ol siri yeda qılmaz kövkəb besyar məks. Bəzmidin surganda gər geçrak çıgarmın zəfidin. Eybi imas qılsa təhrük vaxti da bimar məks. İştiyaqda ölüm halidə dürmin ey əcəl. İştiyaqda ölüm halidə dürmin ey əcəl. Can fəda eylay sana güncə qılsang yar məks. Nita kimin hicrida məks itmayu leykin xoş turur. Nita kimin hicrida məks itmayu leykin xoş turur. Ey Hüseyni neçə gün ömrü ilasə izhar məks. Çox əla şeirlər vaqəən. Gedim 70-ə gəldik. 70-də görək nə var? ...69'dan başlayır ve min ülüvvi qədrihi ihsanihi belə bir şeydir ehtimalən. Zar olur min ol pəri yok kim, o pəriluk kim xəbərdar eyləsam. Zar olur min ol pəriluk kim xəbərdar eyləsam. Zilvə qılğaz əlida gözünü cöhərbar eyləsam. Eylə kim ol qəmzə bağrım qanidin aşam itar. Eylə kim ol qəmzə bağrım qanidin aşam itar. İstaram göngülümni ləəlidin cigərxar eyləsam. Tünücün dünən bugün. Tünücün ol gül cəfa eylarni tang göngülüm qışın. Göydə bülbül kimi şam-ı səhərzar eyləsam. Çuyuda bülbül gibi şam-ı səhərzar eyləsam. Nəng ürür leyli o şirin din sana pəs mən dağı. Eyb imaz Fərhad Məcnun din əgər ar eyləsam. Bu ki sor tamin sarın yüzünü inik tunyağına. Bunu oxuya bilmədim burasını. Bu ki sor tarmin sarıq yüzünü inin tunyağına. İstaram vəhkim anın ya'lini kar eyləsam. Ehtimalən ya'lini mən oxuyuram, amma ola bilər ki, başqa bir şeydə oxunsun. Utma sağər duridin kim yox, bəhri sərgeçdəlik. Utma sağər duridin kim yox, becüz sərgeçdəlik. Hər neçə nüzzarə budur pərkar eyləsam.
ey Hüseyni, yarsızlık həm irir xoş aləmi. Cüm ki canım qəsd eylar, meyl hər yar eyləsam. Gedək 120-yə gəldik, 119 deyil əlbəttə. Canda itir min tuz, canda itir min tuz ey hərfi qəminin təhririni. Gönlüm olmaz vəhki bilmez min yavaş tədbirini. Baver etmez irdim il dərdin vəliğəm gürkanı. Baver etmez irdim il dərdin vəliğəm gürkalı ya görkalı. Çin xiyaliler min ilning nalə təzvirini, nalə-i təzvirini. Aqibət gəncin tutaydır min, aqibət gəncin tutaydır min qoturlub eşqidin. Də ki özqa qılsa bu bulmaz təngirininin təqdirini. Vəh ki özqa qılsa bulmaz təngirinin təqdirini. Dedim asayiş tapay eşq içrə də müşkül durur. Dedim asayiş tapay eşq içrə də ya və müşkül düşür. Sen peri ruh eşqida qılmaq pozur təqririni. Valeh olmuş və Hüseyni yarıram olsun desan. Valeh olmuş və Hüseyni yarıram olsun desan. Tilə bulğanlar ki bi istab pəri təsxirini. Biri təsxirini olur ama pəri təsxirini mən oxudum. Gedək kitabın sonuna və sonda belə bir nəqqaşı vardı. Bunları görmüşdük. Bu da yenə bir ayrı və bu son səhifə budur. Bunu kitabın son səhifəsindən bir gedim. Aha. Və min hüsn-i ihsanihi. Bunun da başında min. Neçə kim tatar gömgül dərd-ü ғəm mu avazini. Neçə kim tatar gömgül dərd-ü ғəm avazini. Mehrim artar neçə kim görsam məhi ruxsarini. Minda mehri bu sifət tur vay kim ol bağrı taş. Minda mehri bu sifət tur vay kim ya turu ey kim ol bağrı taş. Bi vəfa eylər kəman bu xəstə əfkarını. Şogidin ahim fələk kaytı güya kim silib bilib üzüstəm. Şogidin ahım fələk kaytı güya kim bilib bila bilmez kasalur min xəstə hali zarini. Gəl ki ruxsariğə şəbnəm töksə dərdi eşqidin. Nikə xar itkay cəfadın bülbüli bimarını. Vəsl ara qeyrət Hüseyni caniğə ot yaqdı kim. Vəsl ara qeyrət Hüseyni caniğə ot yaqdı kim. Nikə can tapğay liqasın ya ki göz didarını. Kətəbəhül Əbdülmüznib. İndi yazan kimdir bunu? Yəni Sultan Əli Əl-Məşhədi Əl-Katib. Bunun bir dənə də ayrı kitabda görmüşdük.
Bu yazan kimdir? Yazan yəni deyək nəssax, nüsxəçi, yəni nüsxəçi kimdir? Bunu yazaq. Əli Əbdülmüzid Sultan Əli Məşhədi. Sultan Əli Əl-Məşhədi beləsi tanınır. Əl-Katib özü Əl-Katibdir. Yəni adının elə bir tərəfi də budur ki, bu adam Sultan Əli Məşhədi Katib. Katib Sultan Əli Məşhədi. Adı Sultan Əli Məşhədidir. Yəni türklüğü, şiəliği də bəlli olur. Bu biraz Sultan Əli bizimkidir, bizim adımızdır. Sultan Əli Katib Sultan Əli Əl-Məşhədi. Beləsi deyilir. Qəfərə zunubəhu, ha vaxt tarix. Görək ki, bu tarix nə tarixidir? Fi şuhuri sənəyi 89. Bu neçə ayda yazıbdır? Yəni ilin içindəki yazdığın deyir ki, ilin başda. Fi şuhur deyəndə yəni aylarında. Hangi ilin? Sənəyi 90 və 800. Yox, 7 və 970 olacaq elə bir. 70 olsa əgər və 800. Əl-Hicriyə Nəbəviyyə Bedarü Səltəniyyə Hərat. Harda? Darul Səltəniyyə Hərat. Çox önəmli bir, bu indi buradan biz bir şey çıxadacağıq. Tarix dedik ki, Sultan Hüseyn Bayqıra, tamam. Bunu əvvəl axtaraq, görək şey dedik kim? Səneyi 90 və 100 və yox 800, üzr istəyirəm, mən bunu iştibah elədim. Səmanə 100. Görək ki, burada bu ibarət hicri qəməri təqvimində bir tarixi göstərir və mənası böylədir. Sənə-i 90 və 800, yəni 890. 890, tamam. 890 hicri. Bu il Sultan Hüseyn Bayqıranın Həratda səltənət etdiyi dövrün ən parlaq illərindən biridir. Bu dövrdə ədəbiyyat və sənət, Əmir Əliyə Şirnəvai və başqa böyük alimlər Həratda türk dili və mədəniyyətin çiçəklənməsi üçün çalışırdılar. Sultan Hüseyn divanı şairlər öz əsərini və divanlarını bu illərdə tərtib edib tarixlərini bu şəkildə ərəbcə ibarətlərlə qeyd edirdilər. Tamam, indi burada bir iş görək. Deyək ki, Sultan Əli 10-da, Sultan Əli Əl-Məşhədi Əl-Katib kimdir? Ki Sultan Hüseyn Bayqıranın divanın Sənəyi 90 və 800'də yazmış. Tamam, görək ki, bu adamın haqqında yazarıq. Sultan Əli Məşhədi vəfat 926 hicri qəməridə
nüsxəçi 926 Qəmərdə vəfat edibdi. İslam xəttatlıq tarixinin ən böyük ustadlarından biri və nəsx təliq yəni nəsx təliqdən düzəlib. Xəttinin Qəbilətül Kitab xəttatlarının başçısı ləqəbi sənətkarıdır. Allah Allah. Sizin qeyd etdiyiniz 890 Hicri qəməri sənə təs'inə və səmanə miə ili onun sənətin ən ouc nöqtəsində olduğu və Hərat sarayında xidmət etdiyi dövrüdür. Bu böyük sənətkar haqqında önəmli nüktələr. Sultan Hüseyn Bayqıranın özəl xəttatı. Sultan Əli Məşədi, Sultan Hüseyn Bayqıranın ən yaxın və ən çox sevdiyi xəttat idi. Sultan Hüseyn özü də böyük bir sənət hamisi olduğu üçün öz divanının ən gözəl nüsxələrini yazmağı məhz Sultan Əliyə tapşırırdı. Sizin əlinizdə olan və ya bəhs etdiyiniz o nüsxə ehtimalən dünyanın ən qiymətli əlyazmalarından biridir. Əmir Əli Şirnəvai ilə əməkdaşlıq. O, təkcə sultanın deyil, bəlkə Əmir Əli Şirnəvainin də yaxın dostu idi. Nəvainin bir çox əsərini və məşhur xəmsəsini ilk dəfə Sultan Əli Məşədi qələmə köçürüb. Nəvai öz əsərlərində onun xəttini və sənətini dəfələrlə məth etmişdir. Nəstəliq xəttinin kəmanı. Sultan Əli Məşədi Mir Əli Təbrizidən sonra nəstəliq xəttinə elə bir incəlik və nizam verdi ki, ondan sonra gələn bütün xəttatlar, o cümlədən Mir Əli Hərəvi və Şah Məhmud Nişaburi onu özlərinə öndər seçdilər. Onun xətti tərü-təzə, axıcı və gözəl olaraq tanınılır. 890 Hicri qəməri ilinin önəmi. Bu il 890 Hicri Hərat məktəbinin qızıl dövrüdür. Bu tarixdə yazılan bir divan, xətt İsmail Əli Məşhədinin ecazlıq qələmi, şeir Sultan Hüseyn Bayqıranın öz kəlamı, təzinat ehtimalən dövrün məşhur müzəhhəbləri qızıl və rənglərlə bəzəyənlər tərəfindən hazırlanmışdır. Bu sözünü etdiyiniz divan haqqında bir saray nüsxəsi Royal Manuscript hesab olunur. Əlinizdəki mətni oxuyarkən həqiqətdə 540 il öncə əvvəlki bir sənət şah əsərinə baxırsınız. Diqqət buyurun. Yəni, indi bu kitabı Sultan Hüseyn Bayqıranın doğum tarixini yazdıq. Kitab 500 dedi neçə? 40 il. 540 il öncə. Tamam, bunu da burada yazdıq. Amma indi yazaq ki, bu ha zaman alınıbdır, bunun tarixini çıxada bilmədik. Yəni, heyf olsun. Bundan bir əks salaq əvvəl verək, bu biraz da bu şey olsun. Bu səhifədən 2 dənə bu kitabdan əks salacağam. Bir dənə bundan əks salaq. Bir dənə də buradan salım. Tamam. Bunları edit edeyim. Bir də bunun rupiyə ilə gördükcə şey olurlar. Yəni
Nədənsə bəzən belə bir vəziyyət gəlir qabağa, seyv eləmir. 2-3 gündür belə bir vəziyyəti təcrübə edirik. Tamam. Nədənsə olmadı yenə. Ah, bu oldu. Bu da olubdu zahirən. Tamam. Aa, bu 2 dənədir. Nədən bu kiçik oldu? Gedək burada görək ki, bu bizə nə deyir bu haqda? Bu kitab ehtimalən, mən indi bunu o şeyə qeysəm, bura bir ehtimal üzərinə qeydirəm kitabın əvvəlinə. Burada bir tarix gördük. Bəlkə bu Fransa tarixində də görə bildik. Burada 800 Xorasan, burada yazıbdı. Xorasan kəlməsini burada görə bilirəm. 842-ci ildə ola bilər. 1438 muadil. Bu ola bilər. Amma mən o şey ki dedim, ondan ötürü gəldim bura. Bu kitabın başında neçə dənə tarix yazılıbdır. O alma tarixlərin. Məsələn, bu bunu istirdim deyəm. Bu 1900-də alınıbdır. Mənim nəzərimə. Yəni mənim əlimə, yəni bu cür düşünürəm ki, bu kitab burada da ki yazıbdır 1500 rupiyə. Bunu istəyirəm deyəm ki, bunu istəyirəm alam. Tamam, bura gəldi. Amma burada mən yazım ki 1900 miladi ilində bu kitabı 1500 rupiyəyə almışlar. O zamanın 1500 rupiyəsi indi neçə dolar edər? Görək ki, bu haqda da bizə bir şey verə bilir ki, bu kitabın o zaman nə, indi bu 2 səhifəni əvvəl oxuyaq. Bu 2 səhifəni ki verdik bu kitabdan, görək ona görə nə deyir. Bu göndərdiyiniz şəkillər Teymurlu dövrünün Hərat məktəbinə aid olan ustadanə bir hünər əsəridir. Bu əlyazma nüsxəsi Sultan Əliyə Məşhədinin qələmindən çıxan və Sultan Hüseyn Baygiraya təqdim olunan o məşhur divanın önəmli səhifələrindən biridir. Şəkillərdəki yazıların və təzyinatın elmi analizi belədir. Birinci şəkil. Bu səhifə divanın açılış sərlövhə səfələrindən biridir və çox zəngin bir təzhib, qızıl və lacivərd ləngilər ilə bəzəməklər ilə süslənmişdir. Üst lövhədəki yazı Əl-Ərəbi vəl-Əcəmi vəl-Əcəbi vəl-Ərəm. Bu ikincisini ya özündən yazıbdır. Yəni belə bir şey yoxdur orada. Nəxşəni mən də zaşdan vursam burada yekəlsə, diqqət eləsəz, burada yazıbdır ki, bəzən beləsi yekəldir də özündən Əl-Ərəbi vəl-Əcəm vəl-Qazidir ehtimalən. Deyir ki, hara getdik bu da? Aha. Kimi ibarətlərlə məşhur olan bir mədihə yazılıb. Möhtəmildir ki, sultanın ləqəbi ilə bağlıdır. Orta bölüm şeir. Sizin soruşduğunuz o 2 beyt buradadır. Tirlağan məhvəş yüzünün günün belə bir şey orada biraz da şey yazıbdır. Alt lövhə
Burada açıq şəkildə Sultan Hüseyn Bahadur xan yazılıb ki, divanın sahibini bəlli edir. İkinci şəkil, bu səhifə qəzəlin davamı və məqtəidir. Son bölümü mətn böyük bir müzəhhəb haşiyə ilə üzlənibdir. Orta qeyd, qırmızı və müxtəlif lənglərlə ləhu eyzən fi eşqihi və halihi, yenə bu fi eşqihi və alihi yoxdur. Yəni, hardan getdi bura? Hara getdi bu? Aha. Bu ikincisidə baxım görün belə bir şey var ya yox. Bunu deyirəm axı niyə belədir? Bunu şey eləməmişik. Ona görə çox kiçikdir bu. Bunu biraz gətirək burada. Tazaşdan bunu görək seyv eləsə, elədi. Bunu tazaşdan vuraq. Tamam, bunu gələcək ora. Orada belə bir şey yox idi, amma bu dedi da, yəni biz də buna nə deyək ki, indi. Tamam. Bu xətt köhnə nəstəliqin ən axıcı və standart formasıdır. Sətirlərin nizamı, hərflərin çeşidələri uzulması, yəni və uzadılmış hərflər və kəlmələrin bir-birinə nisbəti Sultan Əli Məşədinin icazını göstərir. Kağız və təsib, əlyazma nüsxəsi, əfşan, qızıl səpilmiş kağız üzərində yazılıb. Haşiyələrdəki gül butalar və təsib tərhləri nişan verir ki, bu əsər birbaşa Şah Sarayı kitabxana səltənəti üçün hazırlanmışdır. Bu nüsxə 890-cı Hicri qəməri ilində yazıldığına görə dünyanın ən qiymətli türkcə əlyazmalarından biri sayılır. Bu səhifələrdəki kəlmələrdən birinin yazılışı və ya mənası haqqında tamam, onu ötürək. Burada yazmışdır ki, bu kitab 1900-də 1500 rupiyə alıbdır. Onun gücü indi dolarla neçə olar? 1900-cü miladi ilində 1500 rupiyə o dövrü üçün çox böyük və şükuhlu bir məbləğ idi. O zamanki pulun dəyərini indiki dolara çevirmək üçün iki mərhələli bir hesablama aparmalıyıq. Əvvəlcə o dövrün manatını, rupiyəsinin, yəni rupiyəsinin qızıl qarşılığını tapmalı, sonra isə inflasiya, təvərrüm nırxını hesaba qatılmalı. Çox gözəl bir iş görür ha. Əvvəl onu qızıla çevirir, sonra inflasiya, təvərrümü çevirir, təvərrüm nırxını hesaba qatmalıyıq. Bu hesablama təxmini olsa da sizə dəqiq bir fikir verə bilər. O dövrün ərz dəyəri, tarixi nüşdə nədir? 1900-cü ildə Britaniya Hindistanın rupiyəsi Britaniya ponduna sterling bağlı idi. O zaman 15 rupiyə 1 pond sterling idi. Pəs 1500 rupiyə bərabərdir 100 pond sterlinginə. İnflasiya və alım qüdrəti. 1900-cü ildə 100 pondun alım qüdrəti indiki zamana təxminən 14500 pond bərabər ola bilər. Dəyərləndirər. İndiki dolara çevrilməsi 2026-cı ili təxmin ilə. Bu məbləğ indiki Amerika dolarına çevirsə 14500 pond sterlin, təqribən 18500 dolar ilə 20000 dolar arasında dəyər sahibidir. Nəticəli baxış, əgər biri 19-cu ildə bu kitabı 15000 rupiyəyə veribsə, bu o deməkdir ki, indiki pulla təxminən 18500 dolar Amerika doları məbləğində xərc çəkib. Tarixi dəyər. O zaman bu pulla böyük bir mülk və ya bir neçə gözəl ev almaq olardı.
Bu rəqəm nişan verir ki, diqqət buyurun, mən dediyim qiymətə gəldi çatdı ha. O zaman bu pulla böyük bir mülk və ya bir neçə gözəl ev almaq olardı. Bu rəqəm nişan verir ki, sözünü etdiyiniz Sultan Hüseyn Bayqira divanı o zamanda ən qiymətli və nadir əşyalardan biri sayılırmış və onu təkcə böyük koleksiyonlar və dövlət adamları ala bilərdilər. Bu kitab öz dövrünün bir şah əsəri kimi qiymətləndirilib. Tamam. İndi mən deyim ki, o burada bir sual soracaq. Həmən 1500 rupiyə ilə həmən 1900-ci ildə Hindistanda bir yaxçı şəhər və məhəllədə necə bir bina və ya mülk almaq olardı. Bu dedi ki, bir neçə ev almaq olardı. Amma mən bunu deyirəm ki, şəhərin ən yaxçı yerində, ən yaxçı şəhərdə bir yaxçı mülkü bizə desin ki, görək orada nə çıxır. Bu onu yaza-yaza biz qeydaq bu kitabımızı oxumağa başlayaq. Burada yazdı, gəldi bura. Bu son səhifəni ki vermişdik, onu yazıbdı. Bu səhifəni ki buradan yazdıq, verdik. Bu göndərdiyiniz şəkil Sultan Hüseyn Bayqira divanının önəmli bir səhifəsidir. Burada iki qəzəlin son və başlanış beytləri yer alıb. Mətnlərin doğru oxunuşu və imlası böylədir. Üst bölüm, qəzəlin son beytləri. Bu beyt yetür kayıt, yetür qayət rədifi ilədir. Beyt, əhli eşq içrə piləpasın kibi şeyda-i fani. Əhli el pül içrə nütünk kimsin gibi zəbai kad. Bilmirəm, bu doğru oxudu ya yox. Çünki bunu mən biraz şəkk ilə baxıram. Əhli eşq içrə tapılmaz min gibi şeyda. Qobul gedim oradan oxuyayım, əgər orada qalmış olsa. Yox, qalmayıbdır, değişibdir. Əlbəttə kitabın şumarəsini tapsam, taparam fori. Burada da şumarəsi yox imiş. Olsaydı bunu tapardım, burada oxuyardım, amma gedim buradan bunu yekəldim. Oxuyayım buradan. Əhli eşq içrə tapılmaz min gibi şeydigari. Əhli hüsn içrə ne üçün kimsin gibi ziba yigit. Ta xətün cıqmaydır dürür qılğıl vəfa xəttin rəqəm. Kim bu gülşən gülləri bulmaz dikansız igid. Dima ol. Daima həman olacaq ehtimalən. Tamam, beləsi devam edir. Bu hər halda biraz fərqli yazıbdır. Bu fərqli yazdığı üçün biz bunu şeirlərini oxumayaq. Yox, qələt yazıbdır. Qətən qələt yazıbdır. Onun üçün şeirlərindən keçək. Görək bir şey. Tarixi və hünər xətt yazılar Ustad Sultanəli Məşhədiyə məxsus olan ən nadir nüsxə nümunələrindəndir. Kəlmələrin alt-üst düzülüşü və hərflərin çanaqları ölçüləri Cığatay klasik oxunuşuna uyğundur. Mühtəva, bu qəzəllər Hüseyni təxəllüsü açıq şəkildə görünür. Üst qəzəlin məqtəyində Sultan Hüseyn Bayqira öz mənəvi və eşqi hallarını Cığatay türkcəsinin ən incə istilahları ilə bəyan edib. Kağız, haşiyədəki zərəfşan, qızıl səpilmiş bəzəməklər və gül butaları bu nüsxənin
şahanə töhfə olduğunu isbat edir. Gedək bu şeydə son sual ki soruşmuşduq ona baxsın. 1900-cü miladi ilində Hindistanda 1500 rupiyə çox ciddi bir sərvət sayılırdı. O dövrün iqtisadi şəraitini və pulun alım qüdrətini nəzərə alsaq, bu məbləğlə o zamanda böyük şəhərlərdə Bombay, Kəlkətə və Dehli kimi belə bir mülk almaq mümkün idi. Böyük şəhərlərdə mülkün vəziyyəti klasik bir imarətə bərabər 1900-cü illərdə Hindistanın xoş iqlimi və mötəbər məhəllələrində, məsələn Kəlkətənin mədəni bölgələrində 1500 rupiyə ilə orta ölçülü 2 mərtəbəli və bağçalı bir daş bina almaq və tikdirmək olardı. Zəmin və torpaq o zamanın qiymətləri ilə şəhər kənarında böyük bir bağ, bostan və ya şəhər içində bir neçə 100 metrlik qiymətli bir tikinti torpağı bu pula rahatlıqla təmin edilərdi. Bu pulla rahatlıqla təmin edilərdi. Alım qüdrətinin müqayisəsi. Bu pulun nə qədər böyük olduğunu anlamaq üçün o dövrün maaşlarına baxmaq kifayətdir. Gözəl bir misaldır. O zaman Hindistanda bir dövlət məmurunun və ya öyrətmənin aylıq maaşı təxminən 10 ilə 20 rupiyə arasındadır. 1500 rupiyə bir işçinin təqribən 10-15 illik bütün qazancıdır. Heç xərci etmədən, yəni bugünkü məişət ölçüləri ilə müqayisə etsək, bir nəfərin 15 illik bütün gəliri ilə ala biləcəyi mülk qətlən şəhərin ən yaxşı yerində bir ev olardı. Bu kitabın 1500 rupiyəyə satılması nişan verir ki, bu əlyazma maddi baxımdan böyük bir ev və imarətə bərabər qiymətli görülüb. Kitabı alan şəxs həqiqətdə bir mülkün pulunu bir sənət əsərinə verib. Bu, o dövrdə əlyazmaların və Sultanəli Məşhədi kimi ustadların əsərlərinin nə qədər yüksək bir məqama sahib olduğunu göstərir. Qıssaca o zaman bu pulu verən şəxs o kitabı öz malı sözünün ən yüksək nüqtəsində bir şahanə sərmayə kimi görüb, sizin fikrinizcə bu qədər dəyərli bir əsərin. Mən indi bunu niyə dedim, bunu axtaraq? Buna görə ki, tarixdə yazarların sayı çox azdır. İlla ərəblər İslam dövründə Öməvilər və Əbbasilər özəlliklə Öməvidə başlanan dil və ədəbiyyat və yazı hərəkatı, inqilabı Əbbasilərdə bir sonuç verir. Çox böyük sonuç verir və çox geniş sonuç verir. Yüzlərlə kitablar, yüzlər dillərdən ərəbcəyə çevrilir. Sonra türklərin iş üstə gəlməyi ilə, Qəznəvilərlə və Səlcuqlarla savad bir də şahzadaların əlindən çıxır, yəni çox güclü pulluların əlindən çıxır, gəlir məmuli adamların əlinə yetişir. Özəlliklə Səlcuq dövrəsində, əlbəttə İslam kasıbları gətirir iş üstə, bunu deyək. Yəni İslamın özündə Həzrət Məhəmməddən sonra Həzrət Məhəmmədin yanındaşlar hamısı kasıbdılar. Və hətta desək, pulla alınmış adamlardılar ki, azad oldular. Çoxu bulardılar. Yəni, çoxu bərdədir, əbdidir, quldur. Onun üçün, bunlar İslamın payası, müsəlmanların, İslam deməyək, müsəlmanların hökumət və düşüncə payalarıdırlar. Gedirlər, tərcümə edirlər. Yəni, savadlaşırlar. Bunlar savaşlaşırlar. Amma savad çox baha tamam olur. Çünki dediyimiz kimi, bir dana kitabın qiyməti bu qədərdir. Bir dana da ayrı kitabda türkcə qiymətini çıxartmışdıq. Demişdik ki, nə qədər olar. İndi diqqət buyurun ki, bir nəfər istəyir gedə bir kitab ala. Yəni, indi gərək 15 il işləyə bir kitab ala. Yəni, bir nəfər indi mən bunu burada hesablayayım da. Yəni deyək ki,
bir nəfər indi ayda 20 milyon tümən alır. Bunu 12-yə zərb eləsək gələr 1 il. 12-yə çarpsaq gələr 1 il. Bunu 15 ilə çarpsaq gələr 15 ilin pulu. 3 milyard 600 milyon tümən pul edər. Ayda 20 min tüməndən desək. 20 milyon tümən. Yəni, bir dana kitab almağa gərək 3 milyard 600 milyon tümən verilə bir kitab alma. Bunun üçün o zamanda dərs oxumaq çox bir əcibə iş, çox ağır iş. Onun üçün Əbu Əli Sinanın tayı azdır. Yəni, onun üçün bu alimlərin tayı azdır. Çünki savadlanmaq çox bahadır. Və məmulən şahların balaları, xanların balaları, ərbabların balaları ki, çox gəlirləri yuxarıdır, savadlı olurlar. Aşağı səviyyədə ola bilmir. Hətta mənim nənə tərəfindən babam 7 kəndi varmış. Yəni, işləyib, zəhmət çəkib, özü dərzilik edərmiş. Yəni, gedib də Azərbaycanda, Bakıda, nəft şirkətlərinin yanında dərzilik edirmiş. Oradan pul qazanıb, gəlibdir, burada 7 kənd alıbdır. Riza Şah, Məhəmməd Riza onun əlindən aldı. Yəni, yazığın əlindən aldı, uşaqları şey oldu. Amma onun zoru çatmır, 2 uşağını da göndərsin mədrəsəyə, o zaman hələ. Birini göndərə bilir mədrəsəyə. O birisi də ondan bir şeylər öyrəşib, çox az öyrəşibdir. Yəni, çünki yetişmirdi, pul çox baha idi, savad çox baha idi. Məsələn, deyək ki, mən özüm mənim yaşımda, mənim 7-8 yaşım var. Mənim dədəm Tehrandan gəlir, qışdır, qışın ortasıdır. Evdə biz buzdan donuruq, soyuqdur. Odun yoxdur ki, buxarıda yandıraq, evdə qızışaq. Atam bir dostumuz vardı, Allah səlamət eləsin inşallah. Cəmşid, Dülanlı Cəmşid. Onunla 2 dana heyvan tapdılar. Bizim bir eşyəyimiz vardı, bir onu götürdü. Bir dana da ayrı fikrim qatır idi. Kimlə aldılar? Dülandan aldılar. Hətta Cəmşidlə yaxşı dost idilər. Mənim də mənəvi dədəmdir Cəmşid. Allah səlamət eləsin inşallah. O da bir Dülandan bir özünün yox idi, bir ayrı adamdan bir heyvan almışdı. Şey, qatır idi. Almışdı, gəlmişdi. Getmişlər meşədə odun qırmışdılar. Bunu gətirdilər bizim evdə. Biz də evdə yaşırıq da, qızışaq məsələn. Yandıraq, qızışaq. Bizim kətdə bir sipahi daniş, yəni bir ordu əskəri müəllim olaraq göndərmişlər bizim, amma ordu əskəri, yəni ordu paltarı ilə, əskərlik paltarı ilə gəlir bizə dərs versin. Ordu əskəri. Bu gəldi ki, siz meşəni kəsə bilməzsiniz, yandıra bilməzsiniz, cərimə verəsiniz, gərək sizi mən şikayət edəcəm filan. O odunu indi kəsmişsiniz, gətirmişsiniz, amma onu verəcəksiniz mədrəsəyə. Mənim atam çox yalvardı ki, uşaqlarım nə müddətli soyuqda qalıblar, xanımım soyuqda qalıbdır. İcazə ver, bunu biz aparaq bu gecə işlədək, evdə işlədək, 1-2 gün içində sənə də gedərək gətiririk. Qəbul eləmədi. O üz bu üz mənim atam əsəbani oldu. Ağaçdan birini çəkdi o yükdən. Bu əskəri döydü. Bunun da zahirən qolu sındı. Nə oldu? Çıxdı, getdi gecə ilə, getdi Kəlibərə və şikayət elədi. Mənim atamı tutdular. Hər halda 1-2 gün qaldı zindanda. Mənim nənə tərəfimdən babam çox güclü bir insan idi, çox da yaraşıqlı idi. Allah rəhmət eləsin Çalbavəşdən babama. Getdi, bir rüşvət verdi, o dədəmi zindandan çıxartdı, gətirdi. Amma bu nə oldu? Bu o zaman amuzuş pərvərişi bizim kəndi dərs oxumaqdan şey elədi, saxladı. Müəllimi apardılar, müəllim vermədilər, kənd dağıldı. Kənd bir gecədə, deyə bilirəm, bir ayın içində bizim kəndimiz dağıldı. Yəni, hamı dedi, mənim uşağım dərs oxumalıdır, gələcəyi təmin olmalıdır, köçək buradan. Hamı köçdü. Mənim dədəmcil köçməli. Əlbəttə, bir də insanlar balalarını göndərdilər. Mən də onlardan dedim ki, məsələn, qərar məni göndərirlər mülkdə, nənəmin dayısı uşaqlarının yanında qalam, dərs oxuyam. Onların kəndlərində. Məsələn, bunu ki, mənə ora göndərsinlər, o zaman nə qət minnət çəkəndən sonra, filan çəkəndən sonra, Allah rəhmət eləsin, Abış dayı deyərdim mən ona. Abış dayının gəldi bir yük.
un verdik biz onlara ki, mən gedim onlarda qalam, bu dərs oxuyam. Yəni çox baha idi. Hətta son zamanlarda deyirəm, mənim yaşımda belə çox baha idi dərs oxumaq. Nə cür baha tamam oldu bizə? Bizim hamımız köçdük. Bir ilin içində, 6 ayın içində, bəlkə 6 aya çəkmədi. Hamımız köçdük şəhərə. 2 dənə adam qaldı çətdə ki, köçə bilmirdilər. Qalan hamı köçdü. Yəni o çətdə bir 70-80 ev var idi. Şəhərəsində neçə dənə oğlu, qızı evlənmiş adamlar idilər, amma bir evdə yaşırdılar. Hamısı köçdü çətlərə, şəhərlərə. Bir çoxu Təbrizə, ondan sonra bir hissəsi də getdilər Tehrana. Yəni kənd boşaldı. Bir 30 il, 35 il bu kənddə 2-3 evli var idi, qalan yox idi. Ayrı yerdən bir evli gəldi, falan qaldı. Sonra yavaş-yavaş mən Günas TV-də işləyəndən sonra biz çox çalışdıq. Özəlliklə mənim Günas TV-yə təşəkkür edirəm burada. Günas TV-də çox 3 il, 4 il çox güclü bunun üstündə çalışdıq ki, insanlarımız pulların götürsünlər, getsinlər, kəndlərdə sərmayə qoysunlar. Tehrandan, Təbrizdən hər yerdə keçdirlər. İndi bizim elə o zaman bizim kəndlər Qaradağ özəlliklə təşəkkür edirəm Qaradağ insanına. O zaman getdilər və ciddi sərmayə qoydular kəndlərdə. Yaxçı evlər tikdilər. Çox yaxçı evlər tikdilər və bizim indi kətdə, mənim özümün də orada atamgilin, Allah rəhmət eləsin atama, ruhu şad olsun inşallah. Allah günahlarını bağışlasın, əfv eləsin, yerin cənnət eləsin inşallah, öz yanında mərzuq eləsin inşallah. Mənim atamgil də getdilər, orada bir ev tikdilər və hala o evdə gedirlər, nənəm məsələn gedir orada yaşır, ya famillərimizdən gedirlər, yaşırlar orada. İstəyirəm deyəm ki, yəni çox baha idi. İstəyirəm bunu deyəm ki, savadlanmaq çox baha idi. Və biz kasıb idik. Yəni şəhərə gəldik, əli boş gəlibdi hamı. Yəni mülkü qaldı kətdə. Bir-iki davarı olsaydı onları satıb gəlibdi. Yoxsa mal davarı olmayan qaldı kətdə. Yəni hər kəsin yəni mülkümüz qaldı kətdə. Hektarlar yerimiz qaldı kətdə. Gəldik şəhərdə 100 metrə, bizim həyətimiz 64 metr idi, əgər səhv eləmirsəm. 64 metrə 20 neçə min tümən pul verdik, aldıq. Məsələn, onu dədəm yavaş-yavaş yazıq gedirdi, işlərdi, axşamlar gələrdi, onu tikərdi. Dostlarımız, kirvəmzadım var idi, bunlar gələrdilər. Köməklik elədilər, əlbəttə dədəm də bunlara pul da verərdi. Ev tikildi, yavaş-yavaş biz orada yaşadıq. Elə indi də qalır hala. Çürüyüb də əlbəttə, dağılıb gedir. İndi 50 illik bir evdir hər halda. Dağılıbdır, amma hər halda orada qalır. Yəni bəlkə də biraz xəş qoymaqla yaşım. İstəyirəm deyəm ki, bizə bu qədər bahaya tamam oldu savadlanmaq. Bizə çox bahaya tamam oldu. Yəni məsələn, biz gəldik şəhərə, gedirdik ilmək salırdıq. Ya sübdən naharacan, ya nahardan sonra ilmək salırdıq. Nənəm cəhrə əyirirdi. Yəni hamı bu cür idi. Dədəm iş işlirdi. Biz həm gərək yemağımızı, içmağımıza tapıydıq. Həm də, yəni mən bu üçüncü dəfə köçmağımdır. Bir kətdən köçmüşük, tamam mülkümüz, əmlakımız, evimiz, eşiyimiz orada hazır idi. Onlar qalıbdı. Sonra aradan gedibdi, yəni. Bir də Təbrizdən məcbur olduq köçək Türkiyəyə. Türkiyədə də bir yaşam düzəltdik. Bir də oradan köçüb Kanadaya. Hər dəfə bunlar biz sıfırdan, aşağıdan başlamışıq. Yəni şəhərə gəlirsən, heç bilmirsən. Təbrizdə bir dil bilirsən, o da kət dilidir. Təbrizlər mütəəssifانه bir çoxu lümpəndir və idari bir yerdir. Özlərini yüksək görürlər, bizlərə aşağı görürlər, təhqir edirdilər bazarda, küçədə, orada, burada. Onunla yaşamalıydın. Bir buradan köçürsən Tehrana, o təhqiri çəkirsən. Orada da farslar səni yapdağı aşağı görürlər. Dilivi, özüvi, hər şeyi aşağı görürlər. Təbrizdə heç olmasa adamı fəqət kətlidir deyə məsxər edirlər. Amma orada bizi eşcək deyə məsxər edirdilər. Hətta mən universitetə gedəndə belə danışgahda Nehzət Azadinin ya da ki müsəddiqçilərin biri Əbdülhüseyni nə idi, ustadımızın adı. Kilasda məni məsxər elədi. O zaman mənim 24-25 yaşım var idi. Yəni bu qədər dərin idi.
O hələ ustad idi. İndi həmkilaslarımızı görürüm ki, nə vəziyyətdə idi. Sonra köçdük Kanadaya. Yəni Türkiyə və Türkiyədən Kanada. Türkiyədə mən əsla deyim ki, bir zərər gördüm, bir rəvani zərər görmədim. Mən Tehranda çox rəvani zərər gördüm. Anam Təbrizdə rəvani zərər gördülər. Tehranda rəvani zərər gördülər. Bunu mən qətlən deyə bilərəm sizə. Amma Türkiyədə biz bu zərəri görmədik. Türkiyədə heç kəs bizə demədi ki, elədi, qaşın üstü gözün var. Hətta mən yadıma gəlir, mən bir oteldə qalırdım. Ən ucuz otel qalırdım. Və orada bir də bəzi adamlar var idi ki, pis işlərə məşğul imişlər. Polis gəldi, bunları tutdu, apardı. Məsələn, mənə əslən mənim otağıma belə yaxın gəlmədilər. O halda ki, onlar mənim otağımın dövrəsində idi. Yəni mən qalan otağın dövrəsində idilər. Sonra mən getdim kəmpidə yaşadım və insafən Türk milləti və Türk dövləti bizlə çox yaxşı idilər. Və mən özümü burada İranlı demirəm ya, Güney hətta Azərbaycan. Mən deyəndə hər kəs deyir mən Türkiyəliyəm. Və iftixar edirəm Türkiyəli olan. Və Türkiyə dövlətinə hər zaman mənə ehtiyac olsa, hər yerdə ehtiyac olsa, mən yox demərəm. Bunu mən minnətdaram Türk dövlətinə. Sonra Kanadaya gəldik. Burada əlbəttə dil bilmirik, gəlib getmək bilmirik, oturub durmaq. Yəni buranın heç zadını bilmirik. Sıfırdan da aşağıda. Biz buraya gələndə $250 cibimizdə pulumuz var idi. Bir ailə, 6 nəfərlik bir ailənin $250 girmişik bu məmləkətə. Və burada başlamışıq sıfırdan aşağıdan. Dil öyrəşmək var, yol gəlgədə öyrəşmək var, otobusa necə minəcəksən, necə düşəcəksən, hər şeyi özümüz. Burada indi bir şey əldə eləmişik özümüz, uşaqlarımız. Hamısı burada sıfırdan aşağıdan başlayaraq, indi biz sıfır həddindəyik. İndi bizim Təbrizdə mən 3 dənə ev almışdım son zamanlarda. Qalıb orada. Bilmirik kimin əlindədir. Yəni bilmirik kimin əlində, bilirik dövlət götürübdür. Ya pulun vermiş, amma götürüblər, verməyiblər bizə. Ya kətdəki mülklərimiz qalıb orada. Onlar puldurlar. Onlar bizim nəsillər boyu qazancılardır ki, gələcəkdə bizə. Biz rahat yaşayacaqdıq, amma olmur. Bunun üçün mənim uşaqlarım məsələn burada Kanadada bir həddən izafiyə qabağa gedə bilmir. Niyə? Çünki işləmək məcburiyyətindədir. Çörəyini çıxartmaq məcburiyyətindədir. Kirayəsini çıxartmaq məcburiyyətindədir. Bunlar bais olur ki, üst mərhələyə gedə bilmir. Necə ki İranda biz farslarla şey eləyə bilmərik ki, deyək ki, bir dənə işə istihdam eləyirlər. Bir dənə iş, məsələn vəzir, məsələn vəkil, məsələn rəisi idarə. Bu məmləkətin dili farscadır. İndi bu fars dilinə mən çox güclüyəm ya o fars çox güclüdür. Əgər desələr və fars türk, yəni bir dənə adam istəyir buraya istihdam eləsin, həm fars gəlsin, həm türk. Heç bir işə farslar gedə bilməzlər. Çünki mən həm türkü bilirəm, həm fars bilirəm. Yəni hər türk həm farsı bilir, həm türk bilir. Hər ərəb həm ərəbi bilir, həm fars bilir. Amma bir dənə fars türk bilmir. Bir dənə fars ərəb bilmir. Bir dənə fars məsələn bəluçi bilmir. Bunun üçün İranda rəsmi dil ola bilməz türkcə. Ya iki dilli ola bilməz. Çünki iki dilli olsa gərək dövlət deyək ki, ağa, mən hər yerdə iki dilli adam lazımdır. Tehranda da iki dilli adam lazımdır. Ərəbistanda da iki dilli adam lazımdır. Azərbaycanda da, Qəşqaistanda da, Türkmen Səhrada da, Bəxtiyaridə də, hər yerdə. İki dilli adam kimdir? Bir dənə fars yoxdur. Hamısı hökumətdən həsb olar dilinə gelər. Siz deyin ki, məclisə bir adam getmək üçün eyni Kanada kimi. Kanadaya məclisə gedən iki dili gərək bilə. Vəzir gedək iki dili bilə. Rəis dövlət iki dili bilməlidir. İranda bir dənə fars tapa bilməzsiniz, getsin olsun rəis dövlət. Hə, Xameneyi biraz məsələn başarırdı. Türkcə biraz. Şəfahi, kətbi bilmirdi. Az əlbəttə kitab oxuyanda gördüm. Bir-iki yerdə kitab oxur məsələn. Amma deyir, fərqin bilmir ki, Azərbaycan türkcəsi və Osmanlı türkcəsi ya Türkiyə türkcəsi aynıdır. Amma o İranda fars dilinə qatışmış türkcədən danışır. Və bunu əsl türkcə bilir. Türkiyədə türkcə
Almanla, Rusla, İngilisi ilə və Fransa ilə qatışıbdı. O birisi Rusiyanın işğalında olan türk dillərdə Rusla qatışıbdı və ortada bir əcib dil var. Bunun ortada bir ədəbi dil var ki, bu heç birisi ilə qarışmayıb ya da az qarışıbdı. Amma onu bilmirlər. Bunun üçün farslar qoymazlar İranda iki dillik olsun. Çünki iki dillik qanuna keçdi. Tamam idarələrdə işləyənlərin hamısı gələ iki dilli ola. İki dilli ki oldu, farslar sistemdən silinər. Ordudan silinər, siyasətdən silinər, qanundan, dövlət qanun sistemindən, ədliyyədən filandan silinər, iş yerlərindən silinər. Yəni bir dənə karxanada bəlkə gedib işləyə bilərlər. Görün nə qədər iş əldən verərlər, nə qədər güc əldən verərlər. Hər halda savadlanmaq çox baha idi, indi də bahadır. İndi Kanadada, Amerikada, Avropada demirəm, mən Avropada bilirəm ki, bəzi məmləkətlərin pul vermirlər dərs oxurlar. Vəli Kanadada biz pul verib dərs oxuruq. Mən Günas TV-də buna görə ki, yaxçı proqram aparam, getdim bir nə deyirdilər adına? Research Analysis, Postgraduate Research Analysis oxudum. Bir il. 18.000 dolar borçlu düşdü. 18.000 dolar. Və bu 18.000 doları mən gərək verəm dövlətə. İldə 3%, bunun %3% nuzulu var. Bəhrəsi var. Bəncə, dövlətə verəndə. Bunu gərək verəsən. Məsələn, mənim uşaqlarım lisans oxuyan var, fوق lisans oxuyan var və məsələn, bəzinin 65.000 dolar hala borcu var. 65.000 dolar. Yəni, bir dənə lisans ya alıbdı, ya bir dənə fوق lisans alıb, 65.000 dolar borca düşübdü. Bu qədər bahadır, yəni bahadır. Bunun yanında ömür qoyursunuz, yəni gedib işləyib pul qazana bilərdiniz, amma ömür qoyursan, gəlirsən orada bir savad ölgəşirsən. 4 il, 6 il, 8 il. Burada gedirsən, ömür qoyursan, yəni pul qazana bilərdin, onu qazanmırsan. Biraz da verirsən, 65.000 dolarda o 4 ildə, ya o 6 ildə, ya o 8 ildə pul, əgər istəyirsən döktür olasan, 400.000 dolar, 500.000 dolara çıxır. Amerika ilə Kanadada da çox bahadır. O da məmuli danışqahlara getsəz, özəl danışqahlara getsəz, baha danışqahlara getsəz, 1 milyon dolara aşar gedər. Bunun üçün dərs oxumaq hala bahadır. Hala kitablardan, məsələn, mən indi burada İngiliscə kitablar istəsək, məsələn, Google Book-u vurum gəlsin. Google Book gəlsin. Ya hətta Amazonda olsaydı, məsələn, bir dənə normal kitabı deyək ki, məsələn, qanun haqqında bir dənə məsələn kitab axtarsaq, Medications for the Older Persons. Dava ki, məsələn, böyüklər, yaşlılar üçündür. Görək bu kitabın məsələn qiyməti neçədir? Ha, burada qiymətləri dərkimiz. Gələk şeydə axtaraq. Əslində Amazona gələk. Amazon. Amazon tamam. Burada məsələn Web Services. Amazon Web Services. Bu da kitabdır. Bu da Amazon Hacks. Məsələn, bir dənə farsca bir kitab. Əslən Amazonda ki, bir dənə farsca bir kitab axtaraq. Məsələn, deyək ki, Döktür Mehdi Mohseniyani Radın kitablarını gətirsin. Görək ki, nə gətirir məsələn. Bunun qiymətlərinə burada baxsaq, hara getdi bu? Amazona getməyibdi bu.
Məsələn, bir dənə farsı kitablar axtarsaq, ya əsən şey axtarsaq, bir dənə şey, irtibat şinasi. İrtibat şinasi. Gene de nədən isə gətirmir. Ehtimalən bilmirəm, nədən isə bunları gətirmir. Hər halda indi də kitablar, dərd edən kitablar çox bahadır. Yəni Amerikada, Kanadada çox bahadır. Onun üçün bu savaddan danışırdıq, gəldik, yetişdik bura. 2 saatda, 2 saat 20 dəqiqə mən 2 kitab başlamışdım oxumağa. Olmadı. Hər halda o zamandan ki kitablar çapa başlandı. O zamanacan ki kitablar çap olmurdu, əllə yazılırdı. Beyin yıxamaq yox idi. Və kitablar insanların adı gəlsin, dua eləsinlər, Fatihə oxusunlar yazılırdı və elm yayılmaq üçün yazılırdı. Heç kəs kitabı yazım, mən pul qazanım yox idi. Bu düşüncə yox idi. O zamandan ki kitab çapa gəldi, insanlar kitabı bir iş gördülər. Elm görmədilər. Onun üçün insanlar getdilər sertifikat yazmağa. Və kitab çox və beyin yıxamağa. Yəni dövlət gəldi, mən istəyirəm insanları tərbiyyət edeyim, iş işləyirlər, sərbaz olarlar, mənim üçün ölərlər, filan bunun üçün getdi. Yəni bizi 2 dəfə dövlətlər yetişdirirlər indi. Biri budur ki, gedək dövlətin bir təbəqəyə işləyək, azımızdan işləyək, onlar pul qazansınlar. Biz də ac da qalmayaq, ölməyək da, geçinək. Mən yaşadığım yerə yaxın bir şəhər var Kanadada, %40'ı gəliri o qədər deyil ki, uşaqları doysun. %40'ı. Yəni hər 100 nəfərdən, hər 100 ailədən 40'ının uşaqları ac gedir mədrəsəyə. Gəlir aşağıdır. Torontoya baxmayın. Toronto Kanada şəhəri deyil. Toronto yığıntı şəhəridir. Dünyanın hər yerinə, məsələn, İranlılar pul gətiriblər. Milyarderlar dolar bəzisi pul gətirir. Xanım Şeyxülislamı 5 milyard dolar. Ağay Rəisi Bankı Cumhur İslami İran neçə milyard dolar. Bunlar Torontoda yaşırlar. Torontoda Çinlilər də gətirirlər, Ruslar da pul. Hər yerdən ki bura gəlirlər, bura ağır pul gətirirlər. Əsli Kanadalılar bu şəhər, kiçik kətlərdə, şəhərli kət deməyək, çıxılı şəhərlərdə yaşırlar, ya zəmilərdə yaşırlar. Gedirsən görürsən, bəli bir yekə bağı var məsələn, amma adam kasıbdır. Gene onların vəzi o adamlardan ki yeri yoxdur, onlardan yaxdır. Yəni adam gedib şəhərdə bir 100 metr, 200 metr, 500 metr, 1000 metr, 2000 metr yeri var, alıbdır, orada geçinir. Amma əli ilə işlir. Əli ilə işlədir olsun, pul yoxdur, geçinməyə yoxdur, çox çətindir. Bəziləri vaqəən çətin geçinirlər. Və savadları ona görə azdır. Və beyinlər yıxanıbdır. Yəni mən bu son zamanlarda İran, Amerika, İsrail savaşına görə bəzi adamlarla danışmağa çalışıram. İnanın, bir qorxu var insanların canında. Mən İranda şəxsən bunu təcrübə eləmədim. Bu qədər dərin qorxu təcrübə eləmədim. Tamam, gələrlər, tutarlar falan. 60 inqilabın 60 illərdə Əraq savaşının, İran savaşı, mücahidlər filanlar, o edamlar dövründə bir qorxu var idi. Siyasətdən danışmayın.
Amma burada əslən məsələn Trumpın adını dillərinə gətirmirlər. Yəni adam istəyir mənə çox biraz etimad edir, istəyəcəsin qulağıma danışır. Yəni başın gətirir yaxına qulağıma deyir ki, məsələn Trump ya benzin niyə baxılacaq heç kəs dinmir. Heç kəs dinmir. Yəni Trumpın adını çəkək falan yoxdur. Belə bir vəziyyət hakimdir. Fikir eləmir. Niyə? Çünki bir beyin yıxanma var, bir qorxu var. Hamı, heç kəs burada özün vətən sahibi bilmir. Yəni mən gördüklərim, hamısı deyir ki, biraz o biz olsa bizi tutarlar. 200 ildir burada yaşırıq ən çoxda. Yapışarlar qulağımızdan atarlar işləyə. Ya da yox olarıq məsələn. Hətta bəlkə bu cür düşünürlər. Bilmirəm ki, içərilərində nə düşünürlər. Amma mən orada, mən danışanda deyirəm, mən çalanda 750 il mən olmamışdan qabaq, indi 60 il mənim ömrüm var. 810 il bundan qabaqda mənim dədələrim orada yaşırmışlar. Ora mənim mülkümdür. Heç kəs oranı mənim əlimdən ala bilməz. Heç dövlət ala bilməz. Dövlət gəlir, qanun getir, hər yeri 1, 2 il, 5 il, 10 il əhməmsən, bura mənimdir, o eləyə bilməz. Yəni, ala bilməz əlimdən. Mən gedib oranı əlindən zorla çıxada bilərəm. Savaşa bilərəm. Bura mənim 50 il qabaq mənim bura əkinəcək mülküm idi. Sən buranı əlimdən ala bilməzsən ki. Mən İranın dövlətinin qorxusundan o kətdən qaçmışam. Ya da ki, mədrəsə verməyib oradan qaçmışıq. Bizim orada yerimiz qalıbdır. O ağaçlı meşə olubdur. Mərtə olubdur. Çünki get əhməmişıq ki. Biz orada imkan olmadıqsa oradan çıxmışıq. İmkan olsaydı mən o yerimdə qalardım. Sən indi mən oradan çıxdığım üçün gəlirsən qanun getirsən ki, orada 5 il olmasan, bu qanun sənin burada ədalət yoxdur. Ədalət hardadır? Ədalət mənim haqqımı almaqda deyil. Ədalət mənim haqqımı şəhərdəki ilə bərabər qoysan, mən oradan çıxsam, tamam. Onda deyə bilərsən ki, tamam. Mən indi Təbrizdən qaçmışam Kanadaya. Bu ədalət deyil ki, mənim orada mülkümü sən götürəsən, deyəsən ki, İnsaf Əlinin mülkümü mən götürürəm. Niyə? Çünki İnsaf Əli Kanadadadır. İnsaf Əliyi ora gəlsə öldürəcəksən. Niyə gəlsin ora ki, öldürəsən? Bu ədalət deyil ki. Bu qanun dibindən, gözündən qələtdir. Sən mənim mülkümü ala bilməzsən. Sən mənim mülkümə sahib çıxa bilməzsən. O dağlar, o dərələr, o sular mənim mülkümdür. Hər halda bu günləri keçdik, bu cür bir şeylərdən danışdıq. Çox bu kitab məni çox apardı. Yəni o qiyməti, o ağır qiymət və qabaqcanda birini demişdik. Yəni 6 milyon, neçə 100 min tümən ilə bir kitab almaq. Bunu hesaplamışdıq bir ayrı kitabda. Və bu kitabın qiyməti. İndi fikir edin ki, gedəsiz, dedi ki, bir dana kax alasız Hindistanda. Məsələn, mən bundan soruşsam ki, indi də bu gün kitab, ikinci kitabı oxumayacaq. Məsələn, mən bundan soruşsam ki, 1900-cü ildə 1900-cü ildə Gövhər Şah məscidi kimi bir böyük binanın qiyməti neçə olardı? Hindistanda bunu soruşduqda ki, bax, Gövhərşah məscidi kimi əzim və şahanə bir bina ilə bu nadir divanı müqayisə etmək çox maraqlı bir baxış zaviyyəsidir. 1900-cü miladi ilin iqtisadi şəraitində Gövhərşah məscidinin qiyməti və ya tikinti xərci barədə belə bir təhlil aparmaq olar. Gövhərşah məscidinin böyüklüyü və dəyəri. Gövhərşah məscidi Məşəddəki böyük əsər, bunu Hindidə mən demişdim, amma o getdi Məşədə. Teymurlu dövrünün ən möhtəşəm memarlığının nümunələrindəndir. 1900-cü ildə belə bir binanın yenidən tikintisi və ya ümumi dəyəri sözsüz ki, milyonlar lüpyə elərdi. Çünki sahə bu məscid təxminən 9500 metr mürəbbə sahə malikdir.
Məscidin içi tikintisi. Sənətkarlıq, çarşıkarlıqlar filanlar. 1500 rupiyə ilə müqayisə. İldə bir kitabın 1500 rupiyə alınması o dövrün iqtisad müqayisəsində təxminən belə bir anlama gəlirdi ki, məscidin bir bölümü 1500 rupiyə ilə o zaman Cöhərşad məscidinin kimi bir binanın ən nadir və özəl bir çarşıkarı haşiyəsini və ya bir böyük münəbbətkarı qapısını tikdirmək və ya təmir etmək olardı. Tamam, çox şey oldu, aşağıya düşdü, yəni beləsi bir şey. Binanın ümumi qiyməti Cöhərşad məscidi kimi bir binanın cəmi dəyəri o zaman şayət 500 min ilə 1 milyon rupiyə arasında təxmin olunur. Çox böyük pulmuş, böyük bir qax imiş. Bəs bu pul ilə necə bir bina almaq olardı? Bir misal vurar mısın? Tamam, bunu da deyək, qutaraq bugünkü bəhsimiz çox kitabdan çıxdı eşiyə, biraz da uzun oldu. 1900-cü miladi ilində 1500 rupiyə ilə Hindistanın yaxşı bir şəhərində, məsələn Dehlidə, Bombayda və ya Lükno kimi Makasır şəhərlərdə, Mikasır ehtimalən mənzur yəni çox böyük, necə bir binanı almaq, təsvir etmək üçün belə bir misal verə bilərəm. Bir havali ya böyük bir mülk misalı. O dövr 1500 rupiyə ilə siz klasik bir havli, geniş həyətli, eyvanlı və bir neçə otaqlı köhnə uslubu bina ala bilərdiniz. Bu binanın xüsusiyyətləri belə olardı. Otaq sayı təxminən 5 ta 8 böyük otaq. Memarlıq. İçərisində daşdan yonulmuş sütunlar, çamalı tağlar, ehtimalən yəni ark, çamalı yazıbdır, çamanlı tağlar, tağ, səxfə deyirik tağda, yəni tağ, indi yadmışıq, tağ deyirik səxfə. Və özəl bir münəbbətkarlıq, ağac oymaqdan qapı. Həyət, ortasında kiçik bir hovuz olan geniş və açıq bir iç həyət, bu arxa həyət, məhəllələrin ən köklü və mötəbər məhəllələrində, məsələn Hindistanın köhnə şəhər mərkəzlərində və Məşədin yaxşı məhəllələrində belə bir mülkə sahib olmaq olardı. Müqayisəli bir təsvir. 1900-cü illərdə Hindistanda birinin evi, bir işçinin sadə bir evi təxminən 50 rupiyə ilə 100 rupiyə arasındaymış. İndi oldu. Bir işçinin sadə bir evi təxminən 50 rupiyə ilə 100 rupiyə arasındaydı. Sizin kitabınızın, sizin bu divanınızın 1500 rupiyə idi. Yəni bu kitabın qiyməti ilə 15 ya 20 sadə ev cəmi dəyərinə bərabər idi. İndi deyək ki, bir iş deyək. Deyək ki, böyle bir evi və binanın şəklin çəkər misin? Görək ki, bir nəqqaşı bizi çəkə bilər bundan ki, 1500 rupiyə ilə 1900-də, yəni 126 il bundan öncə nə cür bir şey ala bilərmişik. Ondan da bir əksin görək da, görək ki, nə cür olur. Yəni, dedi ki, çox gözəl bir ölçü verdi. Dedi ki, 126 il bundan qabaq 1500 rupiyə ilə 15 ilə 20 ev ala bilərdi. Sadə, məmuli ev ala bilərdiniz. Yəni, məmuli məhəllədə ev ala bilərdiniz. Əksin gətirdi. Ağa, bu çox belə əcib bir gözəl bir şey verdi bizə. Mən bunu indirim. Yəni, dostlar, bu bir qaxdır. Əslində, bu belə bir şey, bir hotel olsa gecəsi 400-500 dolara burada yatmaq olar. Yəni, bunu mən
deyim sizə, çox möhtəşəm bir binanın əksini çəkdi. Bizə nəqqaşlıq yox, əkkasçılıq elədi əslində. Yaradıb küçələri, hər iki tərəfi küçədir. İçində də adamlar balkonları var. Ən azından mən 2 balkon görürəm, pəncərələr var. Əlbəttə yox, balkonlar bu tərəfdə də var. 1, 2, 3, 4, 5. Mən hələ burada 5 balkon görürəm. İndi o birisi tərəflərdə də olacaq, həttəmən buradakı vardı. O birisi tərəflərində də balkon olacaqdı. Çünki hər iki tərəfdə xiyabana baxır. Və çox gözəl sütunlar, memarlıq. Məhşər bir şey, yəni. İndi bunu Təzaşdan soracaq. Böyle bir bina indi Hindistan'ın yaxçı bir şəhərində və bir yaxçı məhəlləsində neçə olar? Neçədir? Neçə rupiyedir? Neçə rupiyedir? Görək ki, belə bir bina haqqında bizə bir daxı, dərin şey alsın, bu kitabın qiymətini bilək. 1900-cü ildən bəri Hindistanda mülk bazarında heyrətamiz bir değişiklik baş veribdi. O zamanki 1500 rupiyelik böyük bir havali, belə yazıb da havali, bugün Hindistanın yaxşı şəhərlərində, məsələn, Yeni Dehli, Bombay və ya Cipur köhnə və tarixi bir miras kimi görülür. Bu günkü qiymətləri də belə təxmin etmək olar. Şəhərin məhəlləsinə görə qiymət. Yeni Dehli və Bombay kimi şəhərlərdə əgər bu gözəllikdə və böyüklükdə təxminən 500-800 metr mürəbbə torpaq sahəsi olan tarixi bir bina şəhərin ən yaxşı və mötəbər məhəlləsində olsa, qiyməti 50 kurur ilə 100 kurur rupiyə arasında olar. Hər kurur 10 milyon rupiyedir. Wow! Bunu qabaqcan biz 500 min bilirik, amma bu deyir ki, hər kurur 10 milyon rupiyedir. Yəni təxminin 6 milyon ilə 12 milyon Amerika doları. Diqqət buyurun. Cipur və ya Ləknü kimi tarixi şəhərlərdə belə bir binanın qiyməti təxminən 10 kurur ilə 25 kurur rupiyə. Yəni 1 milyon 200 min ta 3 milyon dolar arasındadır. Dəyərin artış nisbəti. Bu rəqəm heyrətləndiricidir. Çünki 126 il ərzində mülkün qiyməti minlərcə bərabər artıb. O zaman yəni kitabın da qiyməti də, o kitab ki o zaman satılıbdır, belə olar. İndi bu qədər qiymətə gedər. Kitabın indiki dəyəri. Əgər sizin əlinizdəki Sultan Hüseyn Bayqira divanı Sultanəli Məşhədinin xətti ilə bugün dünyanın böyük muzelərində məsələn harda Sotheby's və ya Christie kimi satılsa, onun da qiyməti mülklər ilə yarışa bilir. Özəlliklə Cığatay Türkçəsinin ən önəmli şah əsəri olduğu üçün bu kitabın qiyməti milyonlar dolar olaraq dəyərləndirilir. Qısaca 1900-cü ildə o pulu bu kitaba verən şəxs həqiqətdə gələcək nəslinə böyük bir xəzanə və sərvət qoyub gedib. Bugün o kitaba sahib olmaq həqiqətdə şəhərin ən böyük imarətlərindən birinə sahib olmaq qədər dəyərləndirilir. Tamam. Bu günləri bu qədər bizə yetər. İndilik. Bizim dədə-babalarımız sadəcə bir kitab yazmayıblar. Bir kitab mühəndislikdir. Bir kitab riyazidir. Bir kitab fizikdir. Bir kitab kağız sənətidir. Bir kitab nəqqaşlıq sənətidir. Bir kitab yazı sənətidir. Bir kitab çoxlu sənətləri və teknolojiləri içində barındırır. Düşüncələr içində. Duyğular, düşüncələr, anlayışlar, düşünüşlər bu kitabın içindədir. Kitabların içindədir.
Və bunlar bizə deyir ki, nə cür olub o zaman Hindistan, Çin, bugünkü Rusiyanın əlində olan, müstəqil olan məmləkətlərdə olan torpaqlar, Rusiyanın içindəki cümhuriyyətlər, özərk cümhuriyyətlər, yəni yarımüstəqil cümhuriyyətlər, bugünkü İran, bugünkü Əfqanistan, bugünkü Pakistan, bugünkü Bangladeş, bugünkü Avropada bir çox məmləkətlər, bugünkü Türkiyə, bugünkü İran, bugünkü Azərbaycan Cümhuriyyəti, bugünkü Naxçıvan özərki, bugünkü Gürcüstan, bunları nə cür idarə edirmişlər, nə cür alıb saxlırmışlar. Bu kitab bizə göstərir ki, düşüncə, düşünüş, anlayış, görüş, güc mənbəyiymişlər. Və bu vəziyyətə qayıdıb yetişmək o nöqtədən başlayır. O fikrə, o düşüncəyə qırılmamaqdan başlayır. O düşüncəyə yetişməkdən, yəni oradan başlamaq, onu öyrənmək və onu davam eləməkdən başlayır. Sağ olun, sağ qalın. Bir ayrı zaman